hansısa bu dəqiqə, bugün Əli Kərimlinin həbsinin tamamilə qanunsuz olduğunu məntiqlə sübut edəcəm. Özünüz də belə məhddə qalacaqsa ki, vay vay vay, biz buna nə fikir verməmişik. Dostlar, Əli Kərimli haqqında, yenə deyirəm, hələlik rəsmi bir baş prokurorluğun, Daxışlar Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, yeri gəlmişdən deyim ki, hardasa mən oxudum ki, Əli Kərimliyə güya dövlət çevrişinə cəhdinə, mühakimət çevrişinə cəhdi belə bir şey veriblər. Bir dəqiqə onu dəqiqləşdirək. Onun maddəsi nədir onun? Nəyə görə onu bu maddə veriblər? Çox maraqlıdır. Mən istəyirəm cəbhəçilər biraz yaxın otursun. Bugün onların beynində bəzi pasları təmizləyəcəm mən. Oldu? Cəbhəçilərin beynində bu paslanmış beyinləri var cəbhədə. Onların hamısını təmizləyəcəm bugün. Biraz yaxın əyləşin. Onun nə maddəsi veriblər? Deməli, 278 vermişdilər. Yəni nə vermişdilər? Bilən varsa yazın, zəhmət olmasa söhbət pəncərəsini. Çox maraqlı şeylər baş verir ölkədə. Deməli, 274 dövlətə xəyanət, 278 veriblər deyəsən, bəli, 278. Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə. Dostlar, bilin, deməli, Əli Kərimliyə bunu veriblər. Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla, nə deməkdir bu? Azərbaycan Respublikasının konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanmasına, belə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər. 12 ildən 20 ilədək müddəti azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalandırılır. Vay, vay, vay. Bir şey verin dostlar, adam oturub evində, internet də yoxdur, xarici getməyə yazılan pasportu da yoxdur, bunu ömürlük azadlıqdan məhrum etmə güya cəzası gözləyir. İndi biz addım-addım bəzi şeyləri sizinlə araşdıracağıq. Sizlə bir yerdə istəyirəm ki, bir fikir mübadiləsi eləyək. Siz fikirlərinizi yazın, deyin. Həm də bəri başdan deyirəm ki, bəyənin və paylaşın dostlar. Bəyənin və paylaşın ki, bugün deyəcəklərimiz ən azı İlham Əliyevin özünə çatsın. Əli Kərimlinin azadlığa buraxılması üçün bugün mənim deyəcəklərimin İlham Əliyevin şəxsən özünə çatması çox vacibdir, çox. Oldu mu? TikTokda niyə belə baxış azdı mənim başım canım? 30 nəfər baxır, çox maraqlıdır bugün. Yenə nəsə şikayət var bizim TikTokda. Baxmaq lazımdır ki, nə baş verir orada. Dostlar, Əli Kərimli güya, mən oxuduğum məlumatlardan deyirəm, yəni sosial şəbəkələrdən, güya Əli Kərimlinin evini axtarıblar, onun evindən Ramiz Mehdiyevin çevrilişlə bağlı bir məktubu çıxıb. Əvvəla, Əli Kərimli özünü demirəm, indi pis yaxşı, hüquqşünas kimi işləməsə də, hüquqşünas fakültəsini qutarıb, kifayət qədər ağıl da var, özünü idarə edə bilir. Mən bunlara demirəm, o partiya sədrin, yüzlərlə, minən troll dəstəsini idarə edir, yüzlərlə küt uşağını idarə edir, söyüş batalyonu idarə edir, adamın qabiliyyəti var. Düzdürmü? Ola bilməz ki, Ramiz Mehdiyev həbs olunandan sonra İlham Əli Kərimliyə hər hansı bir X deyək, Y, oyunla bir yerdə yazdığı nəsə evində saxlayaq. İlham Əliyev, mən buradan sənə müraciət edirəm. İstəyirəm biləsən ki, sənin xüsusi orqanların və xüsusi orqanın rəhbəri Əlin Əliyev çox səviyyəsiz, çox savadsız, çox qabiliyyətsiz adamdır. Yəni, elə bir iş görüblər ki, 278 deyə veriblər. Mən oxudum da 278 verib, bəli. O qədər qabiliyyətsizdirlər ki, Əli Kərimliyə qarşı törədilən bu iş eynən Tərtərdə Xanlar Vəliyevin və o İstintaq qrupunun rəhbəri vardı, Şəfaət İmranov. Onların apardığı işlə birə-birdir. Yəni, saxtakarlıq baxımından. Saxtakarlığı o qədər həyasızcasını eləyirlər ki, bu gözdən görsənir. Əli Kərimli baş xarab olmamışdı ki,
güya belə bir sənət yazıb, hazırlayıb, orijinal ki, saxlayıb, stolun sürməsində yadigar tarix üçün. Ayıbdır öyle şeylər. Eləməli, birinci növbədə burada, sənə deyiblərsə, güya bir getdiyi tapdan nədir? Mən bilirəm, mən özüm bilirsən ki, saxtakarlıqdırlar hamısı. Oyunu gözə bilirəm mən. Mən sadəcə olaraq xalq üçün kənardan görsənəni izah edirəm. O içini mən ələ bilirəm, nə baş verir. Sadəcə olaraq xalqa izah eləmək istəyirəm ki, informasiya alıblar ki, Əli Kərimin evindən axtarış zamanı güya çevriliş haqqında bir şey çıxıb. Məktub çıxıb. Sizcə belə bir şey mümkündürmü? Ya yox yazın, xahiş edirəm dostlar. Neçə vaxtı barbar bağırırlar ki, Ramiz Mehdiyev çevriliş edilir, yaxalanıb, nə bilim, nə oldu? Sizcə onun komandasında bu çevrilişdə güya həqiqətən bir çevriliş var idisə, iştirak edilən adamlar özlərində bir suç saxlayırlar. Yox yazın, xahiş edirəm. Vacibləri hüquqşünas olasan. Mən bu dediyim suala cavab vermək üçün adam olmaq kifayətdir, lütfən. Lütfən sual cavab, xahiş edirəm, sual yox deyəcəyik. Hamı yazı yox, təbii qardaşımız yazı qətiyyən yox. Təbii, qətiyyən yox. Bizi dostlar hal-hazırda 2700-dən çox adam izləyir YouTube'da. 40 nəfər də TikTok'da izləyir bizi. Bəyənin paylaşın ki, bugün deyəcəklər hamı eşitsin. İlham Əliyev. İlham Əliyev. Bugün mən sənə görə danışıram. Sən bilirsən ki, Əli Kərimli ilə mən düşmən kimiyəm. Əli Kərimli 6-7 ildir mənim əleyhimə, 2018-ci il may ayından başlayaraq mənim əleyhimə özüm küçü uşaqları ilə təbəqdə varır. Ağzı ilə yalanlar yayır. Ancaq mən bugün özümə borc bilirəm ki, bu işlə bağlı bildiyim həqiqətləri deyəm. Hüquqşünas da mənim vicdanım yol vermir ki, filan kəslə mənim şəxsi münasibətim yoxdur deyə, o mənim haqqımda nəsə alçaqlıq eləyib deyə, mən bugün onun haqqında yalan danışım. Mənim İslam dinim, mənim valideynlərim mənə belə öyrədiblər ki, düşməninin də əleyhinə yalan danışma. Quran-ı Kərimdə deyir ki, varlının varından, zorlunun zorundan qorxub yalan danışma. Valideynlərinin əleyhinə olsa da ədalətli şahid ol. Dostlar, birinci sual belə oldu, hamı cavab verdi ki, bu mümkün olan şey deyil ki, güya bir adam çevrilişdə iştirak eləsin və çevrilişin baş qəhrəmanı haqqında cinayət qaldırdığı andan hansısa sübutları evində saxlasın. Xüsusilə nəzərə alsaq ki, son 30 illik Azərbaycan siyasətində fəaliyyət göstərən bir adam. Əli Kərim uşaq deyil ki. Hamı yazı yox, yalandır. Bunda ikinci məsələ çıxır ortalığa. Bəs bunu niyə tutdular? Əslən vətənlər, Əli Kərimlinin həbs olunması üçün mütləq ondan əvvəl tutulan bir adamın onun haqqında ifadəsi lazımdır. Ki, biz bu çevrilişi Əli Kərimi ilə bir yerdə eləməliydik. Düzdürmü? Bunun başqa bir anlayışı yoxdur. Əgər cinayət işi əvvəlcədən qaldırıbsa Ramiz Mehdiyevin haqqında, Ramiz Mehdiyev də evində yeyib buxarlanır, o mənə bağışlayın, bordağa bağlanmış, kəsilməni gözləyən boğa kimi o da parlanır öz üçün. Əli Kərimin həbsi üçün mütləq bir hüquqi, belə deyək də, əsas lazımdır. Hüquqi fakt lazımdır. Dəlil lazımdır. Bu dəlili ya gərək Əli Kərimi dəli ola ki, dur öz zəng eləyək ki, əleyhissalam aleyküm, gəl mənə tutun, mən də orada iştirak eləmişəm. Ya da kimsə ifadə verək ki, onun haqqında. Amma həbs olunma adam. O adam həbs olunma. Ona lomsox alar. Onu elektrikə verələr. Onu gətirələr, dədəsinin başına kişi edələr. Anasının da ağzına kişi edələr. Ondan sonra deyək ki, mən Əli Kərimli ilə bir yerdə bunu eləyəcəkdim. Yalan deyirəmsə, deyən qurbasan, yalan deyirsən. Tərtərdə adamları yalan danışmaq üçün, özünü şərlətmək üçün, özünü şərləmək üçün başlarına boyuna çıxırlar. İndi Əli Kərimin haqqında, onun dövlət çevrilişində iştirak etməsini sübut edən mütləq elə bir dəlil olmalıdır ki, etibarlı bir dəlili, adamı qoysun içəriyə. Təbii ki, bu hakimiyyət üçün adamı tutmaq o qədər çətin deyil. Adamı öldürmək də çətin deyil. Bunlar üçün qanun, qayda, dəlil, məlil, sübut lazım deyil ki. Düzdürmü?
Yəni istədiyi vaxt adam çox oyun səriyə. Sonsuz azsız. Amma biz indi burada belə hesab edirik ki, Əli Kərimovla qanun tutublar. İndi araşdırmalıyıq ki, Əli Kərimovun tutulması üçün nələr olmalıdır ortalıqda ki, onu tuta bilsinlər. Yeri gəlmişəm, burada bir haşa çıxacağım. Mən bunu bütün cəhbəslərə buradan deyirəm. Bəzi cəhbəslər yazırlar ki, Əli Kərimin həbsi göstərir ki, Azərbaycan Şimali Koreyaya gedir. Əli Kərimin həbsi diktaturadan xəbər verir ki, sizin başınıza, ki, sizin kişi başınıza ölün yerə gedin. Siz bu sözləri Abzas Media, qızlar həbs olunanda ölün yerə gedin. Siz bu sözləri rəhmətli sizin bir bacınız var idi, ha? Gürcistandan gələndə 10 min dollarla həbs olundu, tutuldu şərləndə. O həbs olunanda yazmalıydınız. Onu da yazmadınız ki, ölün yerə girin. Belə özünüzdə əxlaqsız aparırsınız ki, başınıza buğda oyun gələndə müdafiəsi qalmışdı ortalıqda. Siz bu sözləri tər-tərdə deməliydiniz. Tər-tər boyda cinayətə susan millətin, susan siyasətçinin axırı belə olmayacaq olmalıdır ki. Siz onda da qalxmadıq, niyə inirsiniz? Ordumuzun başına bu oyunu asırlar. Onda çoxda yuvarlanın 5 Şimali Koreyaya. Sizin üçün Əli Kərimin meyardır. Bəs dalam elə Əli Kərimliyə qanunsuz oldu demək pisdir. Filan kəsi qurban evində ağadanda yaxşı olur. Ev dedim yadıma düşdü. Mövzu qaçırıq mövzuya bugün. Dostlar, bəzi yoldaşlar soruşurlar ki, Qurban bəy, sənin evin axırı necə oldu? Mənim evimin axırı belədir. Mən buradan elə yeri gəlmişkən İlham Əliyevə sual verirəm. İlham Əliyev, 5 sentyabr 2020-ci ildə mənim körpə balalarım, az yaşlı uşaqlarımı, qız uşaqların eşşək kimi üstlərini anqıra-anqıra xəstə ilə sölə atdınız. Bəs deyirdiniz, o bina bir şey deyil, qəzalıdır. Niyə söyləməmisiniz? Niyə dağıtmamışsınız? Banditizmin rəisi var, o eşşəyin biri, Əbülfət Rzayev. O daşlar adı var, Uzunqulaq, Vilayət Eyvazov. Niyə dağıtmamışsınız o binanı? Bugün dağıdın da, demirdiniz o qəzalıdır. Demək, siz mənim əmlakımı əlimdən də alıbsınız. Sağlıq olsun, darıqmayın, görəcəksiniz ki, Allah Teala xüsusi mülkiyyəti də qoruyur. Xüsusi mülkiyyət müqəddəsdir, ona vura bilməzsən. Mənim malım harda olub, necə almışsınız, onu qaytaracaq getdinizi. Allah sizə göstərəcək hər şeyi. Dostlar, o bina sökülüb eləməyibdir. O binanı deməli, adın qoydular ki, qəzalıdır, nədir? Mənim balarımı buradan çıxartdılar. Aləm dərbəri oldu dünyada. Bu bina qalıb yerindedir. Dağıtlı heyvan balası kimi lomunan şüşələrin, pəncərələr, hər şey dağıtdılar, poru söktülər, lifti söküb dağıtdı, hər şeyi məhv eləyiblər. Yəni oranı yaratma sara sarıblar. Bilət vəziyyət. Və mən demişəm Avropa məhkəməsinə, artıq 4-cü, 5-ci məhkəmə iş aparmışam Azərbaycanda, onların hamısını icraata qəbul olunub artıq Avropa məhkəməsində, işlərin hamısını yığıram oraya. Nəysə, bu heç. Qayda Əli Kərimin məsələsinə. İlham Əliyev, Əli Kərimin həbs olunması üçün mütləq möhtəbər bir sübut olmalıdır. Görüm kim həbs olunur. Ramiz Mehdiyev çevrişi açıq eləmək istəyilmiş. Həbs olunub Əli Kərimin. Siz dolamısınız bu milləti. Bilirəm dolamısınız. Bilirəm ki, tərtər davam edir. Bilirəm ki, qayda qanun yoxdur. Mən bu şeyləri millət sənin üçün deyirəm. Adamlar, insanlar, mən bunu sizin üçün deyirəm. Anlayasınız ki, Azərbaycanda elə bir əxlaqsız adamlar hakimiyyətdədirlər, elə bir əxlaqsız rejim qurulubdur ki. Burada yazdılar ki, səsini qorub, başqa yolum yoxdur. Mən bundan danışmalıyım, deməliyim. Səsim batsa da, bilmirəm mən. İmkan nə, Allah nə yəqdir, imkanəcə danışacağım. Dostlar, Əli Kərimin Ramiz Mehdiyevin əlaqəsi var. Hüseynqulun əlaqəsi var. O barədə yazırlar, deyirlər. Mən onu iddia edə bilərəm, deyə bilərəm. Baxmayaraq ki, mən 2019-cu il xatirə yadıda o Ramiz Mehdiyev oktyabr ayında işdən azad edilən gündən nə dedim? Dedim, bundan sonra mitiklər bitdi. Bunu mən demişəm 2019-cu ildə. Niyə demişəm? Onu Allah bilir, mən bilirəm. Amma bugün istəyirəm İlham Əliyevə bir şey başa salam ki, onun ətrafındakı adamlar kimdir və nə ilə məşğuldular? Əli Kərimli bu hakimiyyət üçün heç bir təhlükə törədilmir və törədə bilməz. Özü də yaxşı bilirsiniz. İlham Əliyev,
Sən də əla bilirsən, ətrafındakılar yaxşı bilir. Siz güya Əli Kərimlini saxlamaqla, tutmaqla bu cəmiyyəti qorxutmaq istəyirsiniz. Cəmiyyətdə o xofu bərkitmək istəyirsiniz, o alınmayacaq. Bu cəmiyyət tamam başqa artıq dəyərlərlə formalaşmaqdadır. İnşallah qarşınızda o xalqı görəcəksiniz tezliklə. Amma hüquqi baxımdan bu Əli Kərimin həbsinə əsas varmı? Soruşuram sizdən. Siz kimi həbs elədiniz ki, Ramiz Mehdiyevdən sonra? O ifadə verdi ki, Əli Kərimli mənim bir yerdə bunu eləyəcəkdir. Kim? Əziz vətənlər, sual verirəm. Ramiz Mehdiyevin işi ilə bağlı bu günə qədər Əli Kərimliyə qədər həbs olunan varmı? Ya hələ yox? Zəhmət olmasa, bilən varsa yazın bura. Əli Kərimliyə qədər, Ramiz Mehdiyevin güya dövlət çevişinə əlaqədar həbs olunan bir adam var yoxsa yox? Adama deyirlər, Tümmətin oğlu, sən başın xarabdır, sən dəlisən sən. O da güya dövlət çeviş eləyib. Onu tutmursan. Onun ən yaxın silahdaşı Dağışlar Naziri Vilayət Eyvazov vəzifədə. Onun qohum qardaşı hamısı hakim vəzifələrində. Onun qoyduğu adamlar parlamentdə, icra hakimiyyətlərində. Bir adam həbs olunmuyubdur. Sən gəlib ki, bu günlərdə bu xalqı müxalifət kimi sıradığın adamı həbs eləyirsən ki, o da mən tuturam müxalifəti. Hə? İstəyirsiniz, başa düşmədim. Əli Kərimli müxalifətdir, nə oldu? Doğrudan müxalifətdir Əli Kərimli. Əslən vətənlər, indi başqa bir sual verəcəyim mən sizə. Əli Kərimin həbsinin nə qədər qanunsuz olduğunu mən sizə sübut edəcəyim. Baxın, bir beyində o gün demişəm sizə, iki zid fikrin ikisini də qəbul edilmək şizofren əlamətidir. Düzdür? Bir beyində bir-birinə zid iki fikrin ikisini də qəbul eləmək bu şizofren əlamətidir. Doğru yoxsa yox? Bu bir. İkincisi, bir-birinə zidd olan iki həqiqət ola bilməz. Təkrar edirəm. Bir-birinə zidd olan iki həqiqət ola bilməz. Bir-birinə zidd olan şeylər ya ikisi də səhvdir. İkisi səhv ola bilər. İki dənə oğru gəlib yapışıblar. Mənim bu suyumdakı mənimdir. İkisi də oğrudur. Ya da onun biri yanı düz ola bilər. Biri oğrudur, biri də oradan da bu suyun sahibidir. Amma iki bir-birinə bu mənimdir, mənimdir deyən ikisi də doğru ola bilməz. Bu birininkidir. Ola bilməz, düzdürmü? İndi İlham Əliyev, mən səndən soruşuram. Ramiz Mehdiyevin adamı mənəm, yoxsa Əli Kərimlidir? İlham, sən ətrafındaşlar o qədər səviyyəsiz, savadsız, kütbeyindilər ki, səni belə gülüş vəziyyətə salıblar. Sualımı başa düşdün? Ramiz Mehdiyevin adamı mənəm, yoxsa Əli Kərimlidir? İlham Əliyev, anladın sən? Sən heç anlama qabiliyyətin yoxdur. Əlfəz Elsibə rəhmətlik Dədən Heydər haqqında gözəl bir söz demişdi. Dədən dedi ki, bilməm, başa düşməm bu nə danışır Elsibə. Elsibə dedi ki, başa düşmək üçün insanda ağıl lazımdır, baş, o da səndə yoxdur. Təkrar edirəm sualımı. Dostlar, hamınızdan soruşuram. Çox xahiş edirəm, açıq yazın, kim edə bilir? Kimdir Ramiz Mehdiyevin adamı? Mən Qurban Məmmədli, yoxsa Əli Kərimli? Hamı xahiş edirəm yazsın. Lütfən, səmimi olaraq kim nə də fikirləşir cavab yazsın. Kimdir Əli Kərimli adamı? Mən, yoxsa Əli Kərimli? 4000 nəfərə qədər adam canlı efirdə bizi izləyib bu dəqiqə, YouTube'da. Xahiş edirəm, hamı əvvəla bəyənmə eləyin, paylaşma eləyin, hamı bilsin. Mən sizə sübut edəcəm ki, Əli Kərimli qanunsuz tutulub. Bu dəqiqə indi sübut edəcəm, bax, bu verilişdə. Mənəm Ramiz Mehdiyevin adamı, yoxsa Əli Kərimli? Burada biri yazdı Qurban Məmmədli, biri yazdı heç birini, biri yazdı Əli Kərimli. Əlbəttə Əli Kərimli, heç kim, heç biriniz. İkiniz də deyilsiniz. Biri yazır, xahiş edirəm, təhqiramizi xədə işlətməyin. Mən sizdən çox xahiş edirəm.
Əlişqan sözü təhqirami sözdür. Əli Kərimin adını ya Əli yazın. Belə şey eləməyin, ayıbdır. Bu bizim ailəmizə yaraşan bir şey deyil, lütfən. Baxın, burada ən çox, indi mən başa düşürəm, burada qardaş yaxşı yazıyı siz oxşuyursunuz. Doğrudurmu? Ben de oxşuyuram bizdə azman. Dostlar, görürsünüz, burada ən çox adam, əksəriyyət yazdı Əli Kərimli ki, Ramiz Mehdi'nin adamıdır. Mən başa düşürəm ki, indi Azərfilm ailəsinin üzvləri burada çoxlu təşkil edən, belə deyək də biz bir ailənin üzvüyük, ona görə çox belə yazır, amma cəhbəslərin arasında misal üçün hörmətli Qələmməz Zahidin efirində bu şeyləri sualı versən, 99%-ci Qurban Məmmədov Ramiz Mehdi'nin adamıdır. Mən çox istərdim ki, bugünkü bu verilişi bir yerdə Qələmməz Zahidlə paralel aparardıq, bircə efir aparardıq. Çox istərdim bunu. Təzə adamlar hələ ayılmayıblar kim-kim, elə əvvəlki avazdan gedirlər. Və sorğumuz obyektiv olardı. Burada 90% yazdı ki, Əli Kərimli Ramiz Mehdi'nin adamıdır. Mən isə buradan iddia edirəm ki, hamınız yalan deyirsiniz. Hamınız yalan deyirsiniz. Daha üzr istəyirəm ifadə bəlkə çoxu çıxdı, yalan yox, səhv deyirsiniz, belə deyil, səhv deyirsiniz. Ola bilməz ki, məndə Ramiz Mehdi'nin adamı olan, Əli Kərimli də onun adamı olan və Əli Kərimli mənim əleyhimə 8 ildir dayanmadan döşüyə. Öz tərəfdarlar yığa başına Gültəkin Hacıbəyli, Cəmrə Sənli, Tobi Yaqublu, Sevinç Osman qızının efirində mənim əleyhimə 2018-ci may ayından dayanmadan döşüyüblər. Dayanmadan ha. Qurban Agentdir, Qurban nə bilim, Ramiz Mehdi'nin adamıdır, hökumətin adı. Qurban nəm şəriət dövləti qurur deyinir. İlham Əliyev. Başa düşdünüz sən mənim sualımı? Anlayabildin? Ola bilərmi ki, Əli Kərimli olsun Ramiz Mehdi'nin adamı? Məndə olum Ramiz Mehdi'nin adamı. Ramiz Mehdi və sizin Əli Kərimlinin və ətraf iddia elədiyi kimi sənin küçükləri bunu İlham Əliyev. O Əmin Cəlal Əliyev vardı, onun dediyi oğlan vardı, nədir o? Nə deyirdi adı? Şahin, Mirşahin nədir? Mirşahin. O deyirlər ki, mənə ev veribdir, mənə 50 dənə villa verib, aləm 5 senti kimi mən balalarımı az yaşlı qız uşaqlarımaq da söylər. Onlara elə sağılmaz bir yara vurmuşsunuz ki, onun qısası mən sizi almadan yalvarmışam Allah ki, mənə yapamazsın bu dünyada. Allah mənə şans versin. Qisas qiyamətə qalmamalıdır, İlham Əliyev. Özündən də balanla, nəsil nəcəbətindən bu qisas alınacaq. Baxın dostlar, adamlar, həmin bu Əli Kərimli deyildi ki, mən Ramiz Mehdi'nin adamıyam, mən ev verib Ramiz Mehdi'ye. Həmin Qələmməz Zahid, həmin Natiq Adılov, ağzı köpülənə bağırırdılar. Və bu gün nə bağırırlar? İndi sual verirəm. Məntiqlə bu necə mümkündür ki? Ramiz Mehdi'nin adamı, mənəm yoxsa Əli Kərimli? Əgər mənəmsə, Əli Kərimli onu niyə mənim əleyhimə çıxırdı? Əli Kərimli də Ramiz Mehdi'nin adamıdırsa. O niyə mənim haqqımda yalan böhtən yayırdı? Yox, əgər mən Ramiz Mehdi adamı deyilənsə, niyə onu mənim haqqımda siz o yalanları yayırdınız? Yox, əgər mənəmsə İlham Əliyev sən dediyin kimi, Vilayət Eyvəzov dediyi kimi, Bantizmi rəisi dediyi kimi, mən əgər Ramiz Mehdi adamıyamsa, Ramiz Mehdi mənə ev veribsə, villalar veribsə, demək, sən alçaq Əli Kərimli bugün qanşı tutmuşsan. Əli Kərimli qətiyyən Ramiz adam ola bilməz. Çünki mənəm onun adamı. O mənə villa verib, evlər verib. Eşşək uşaq eşşək. Sizin başınız xarabdır, dəlisiniz siz. Mən Ramiz Mehdi'nin adamı ola. Siz onu niyə tutubsa Əli Kərimli? Əli Kərimli nətər Ramiz adam ola bilər ki, mən boyda Ramiz Mehdi'nin adamını 8 ildir böhtən atı danışır. Mənə ləkələmən çalışır. Ramiz basma gözünü sıxadır, heyvanlar, ayalın ağrıyor, ay uzun qulaq. Sən qanırsan, nə edirsən? Basıb sən gözünü sıxadır, Ramiz Mehdi.
Şehit Əli Kərimlinin. Gəl sən necə mənim adamı niyə böhtən atırsan? Niyə onu ifşa edirsən? Əzizən vətənlər, baxın, mənim Ramiz Mehdiyevin adamı olduğumu iddia edən Əli Kərimli gün həbsdədir. Güya o sən demə Ramiz Mehdiyevin adamıymış. Belə bir şey mümkündürmü? Bir-birinə ziddir. Əli Kərimli ilə Qurban Məmmədli bir-birinə ziddilər. Bu iki ziddin ikisi də ya yanlışdır, ya yalnız biri Ramizin adamıdır. Kimdir Ramizin adamı? İlham Əliyev. Mənəm yoxsa Əli Kərimli? Əgər Əli Kərimli bugün İlham Əliyevin Ramiz Mehdiyevin adamı kimi həbs olunubsa, sən İlham Əliyev, sən o Daşdan azdı küçük uşağı var ha, Vilayət Eyvazov, o bantizmin rəisi var ha, Abifət Rzayev, o binamus və o sizin zəndiri arabil buraxırız bir balaca başlayıb tazı kimi ürməyə, o Mir Şahin, mənə üz istəməzsiniz. Mənə üz istəməzsiniz ki, siz mənə o vaxtı Ramiz Mehdiyevin adı olmaq iddiamı verəndə səhv edərsiniz. Düzdür yoxsa yox, dostlar? Bu dediğim doğrudur yoksa yok. Ya yok yazın. Lütfen. Lütfen hamının öz fikrini yazsın. Eğer mən Ramiz Mehdiyevin adamıyamsa, deməli Əli Kərimi səhv tutulub. Mən iddia edirəm ki, bəli, Əli Kərimi səhv tutulub. Qanunsuz tutulub. Böğüşdən atıb tutubsa onu. Və bunu da ben beri baştan deyim ki, bizim dünən bilirsiniz, çok gərgin bir izasımız oldu. Xalq parlamentində, bu barədə danışacağım mən sizə. Çünki çoxlu suallar var. Xalq parlamentinin sədri Xatirət Cəbrayılov göstəriş verib bizə ki, Əli Kərimlinin müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlarına iş aparaq, lazımlı sənədləşmələri hazırlayaq, neyiniyə. Baxmayaraq ki, dostlar, o vaxtı mən həbs oldum 2013-cü ildə. Mənim adımın siyasi məhbuslar siyasına salınmamasında Əli Kərimli rol oynuyordu. Və mənim yaxınlarım gedəndə onun üstündən ki, sən niyə görə bunun adını siyasi məhbuslara salmırsınız? Demişdi ki, gedin bu işdən Razi Nurullayev məşğul olur. Razi Nurullayev. Tanıdınız? Və budur. Əxlaqsız siyasətlə məşğul olmağın sonu budur. Əli Kərimli qanunsuz tutulub, amma Əli Kərimin özünün bu siyasətdə atdığı əxlaqsız addımlar, yaratdığı o siyasət bataqlığı, indi onun özünü sorur. Ona görə deyəm, yaxın əyləşin, hamı bu baş verəni də salınmalı. Hamı anlamalıdır ki, belə siyasət olmaz. Belə yaramaz. Yalanla, böhtanla ona şərat, bu nə şərat, o agentdir, bu agentdir, faksızası olmaz elə. Burada bir yaşı tutoca skoro siyadiş. Ya siju, sijizm. Mənim üçün problem yoxdur. Mənim üçün problem yoxdur. Həbsxana kişiləri söndür. Nə var ki burada? Buradan da bütün həbs adlarına salamlayıram. Həbsxanada mən nəsən toyuq, inəklə, camış görmədim. Gördüyüm hamısı kişilərdir, insanlar idi. Dostlar, dediğim anlaşıldı mı? Bugün başka bir mövzuda danışma fikrim yoxdur. Mən istəyirəm ki, Əli Kərimlinin həbsi ilə bağlı nə baş verdiğinin mahiyyətini xalq düzgün anlasın. Təkrar edirəm, 5 sentyabr 2020-ci ildə mənim evimi dağıdanda belə əsaslandırdılar ki, sən demə, mən Ramiz Mehdiyevin adamıyam. Ramiz Mehdiyev mənə mənzillər verib. Evlər verib. Villalar. Villalar, bir də 50 dənə villa verib. Güya mənim Mehdibatda 10 hektar torpağım var və bu Əli Kərimli, o Gültəkin, o Cəmrəsənli, bu cəbhəçilər, o bir ağda xor dərnəyi kimi məhz Mir Şahinə istinad edərək ictimai rəyi hazırlayırdılar ki, Qurban doğrudan da mafiyanın adamıdır, Ramiz adamıdır, Qurbana ev verirlər. Əslində şəxsiyyətiniz olsa, sizin tərbiyəniz olsa, çox olsa çıxıb bir üzü istəyəsi qanmamışıq, qələt edəmişik, nəsil və nəslimizlə ki, yalan danışmışıq. Aydındır mı? Siz bu Azərbaycan siyasətini bu qədər natəmiz edən, bataqlığa çevirən alçaq yaramaz adamlarsınız. Hamınız, kim bu işə qoyub hamısı. Bu günləri yaratdığı bataqlıq sözü dartır, çəkir.
Belə danışıram ki, bəlkə anlayarsınız. Başa düşəsiniz ki, yetər artıq. Siz doğrudan da müxalifətsizsə, doğrudan da rejimin dəyişməsini istəyirsinizsə, siz niyə görə əsassız onu böhtan atırsınız? Siz niyə rejimə qarşı real müxalifət olağa çıxan kimi narahat olursunuz? Hamını qaralayırsınız, ləkəlirsiniz. Niyə? Lərdən öncə isə burada səsləndirməli olduğum bəzi məqam var. Burada bugün Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli və onun 2 tərəfdarı saxlanılıb və biz Azərbaycan Xalq Parlamenti olaraq bu həbsləri pisləyirik və mən Azərbaycan Xalq Parlamentinin sədri qismində bu barədə xüsusi komissiya yaradılması göstərişini verirəm. Azərbaycan Xalq Parlamentinin sədri kimi bu həbslərlə bağlı beynəlxalq təşkilatlara məlumat hazırlaması üçün Cavanşir Xanlarova, Emil Camalova, Qurban Məmmədova, Ərəsun Orucluya, Ataxan Əbilova və Abid Qafarova tapşırıq verirəm. Qurban Məmmədova və Teymur Eminbəyliyə bu həbsləri öz efirlərində gündəlikdə saxlaması tapşırığını verirəm. Bu komissiyanın tərkibinə mən həm də Tofiq Məmmədovu əlavə etmək istəyirdim. Lakin o burada söhbət pəncərəsində öz istefası barədə yazdı. Bu da ki, nəzərə alınmalıdır və reglamentin 16.3-cü maddəsinə uyğun olaraq qəbul edilsin, qeydə alınması üçün seçki komissiyasına tapşırılsın. 16.3 millət vəkili parlamentin iclasında mandatdan imtina etdiyi barədə yazılı və ya şifahi qaydada bəyanat verdikdə həmin imtina müzakirəsiz qəbul edilir və millət vəkili bu imtinasını geri götürə bilməz. Bu halda parlamentə... Dostlar, deməli bu məsələ gördünüz də bizim Xalq Parlamentində sədr belə göstəriş verdi və mənim bu dəqiqə indi apardığım bu efir məhz parlament sədrinin göstəriş əsasında aparılır. Yəni, mənim vəzifəm parlament sədrinin göstərişlərini əməl eləməkdir. Ümid edirəm ki, indi sabah bugün Teymur bəy Avam Media efirdə yoxdur. Sabah o da mütləq bu barədə inşallah danışar. Bu bizim vəzifəmizdir. Və bəri başdan deyirəm ki, bütün cəbhəslər bilsin bunu. Əgər Əli Kərimlinin hüquqların pozulmasına qarşı kütləvi tədbirlər elan edəcəksinizsə, Ərəstun Məzdən gelib. Alo! Salam əleykum Qurban bəy. Üzrlü sayın, mən izləyiciləri də salamlayıram və nasazlığım səbəbindən canlı, görüntülü qoşula bilmədim. İcazənizlə bir-iki kəlmə deyərdim. Buyurun. Mən əvvəla Azərşidim izləyicilərini bu verilişi paylaşmağa, bəyənməyə dəvət edirəm. Çünki bu müzakirə çox mühüm bir müzakirədir və mövzu çox mühüm bir mövzudur. Ona görə ki, biz illərdir deyirik ki, növbə hər kəsə çatacaq. Bu sadəcə zaman məsələsidir. Amma çox təəssüf ki, Azərbaycan cəmiyyətində, onun ictimai-siyasi sektorunda elə dərin çatlar, parçalanmalar baş verib ki, və bunlar o qədər şəxsiləşdirilibdir ki, insanlarda bir-birinə qarşı ikrah yaranıbdır. Bunlar nəinki vahid maraq uğrunda, hər biri o marağın tərəfində olduğunu etiraf etməklə, bəyan etməklə nəinki birləşə bilmirlər, hətta bir-birlərinə qarşı mübarizə aparırlar. Sizin bayaqdan söylədiyiniz böhtanlara bilirsiniz, mən də məruz qalmışam. Bu efirdən də 3-4 ilü səsləndirmişəm. Heç vaxt bu məsələləri şəxsiləşdirməyə çalışmamışam. Mən hesab edirəm ki, siyasətçi ona olan təzyiqlərdən gileylənirsə, siyasətçi ona böhtan atılmasından gileylənirsə, bu yalnız onun acizliyidir. Şəxsən mən belə qəbul edirəm. Doğru. Hər kəs fərqli düşünə bilər. Əgər mən qarşıma böyük
hədəflər, məqsədlər qoymuşamsa və birdən durub kileylənirəmsə ki, məni təqib edirlər, məni tuturlar. Bu yolda məni dəstəkləmək istəyən insanlar nə düşünəcəklər? Bir adam ki, özünü qoruya bilmir, o mənim marağımı necə qoruyacaq? Ölkənin marağını necə qoruyacaq? Ona görə o xırda məsələlərə qətiyyən toxunmaq istəmirəm. Haqqımda danışılan böhtanlar, filanlar. Bilirsiniz ki, belə şeylərə reaksiya vermirəm də heç vaxt. Bıraxıram zamanın öhdəsinə, Əlahəzrət zaman və Əlahəzrət ilahi ədalət hər şeyi gətirir. Elə yerbəyer eləyir ki, biz istəsək belə onu o şəkildə edə bilməzdik. Ondan diqqət çəkmək istədiyim bir məsələdir. Təbii ki, mən Xatirə xanımın qərarına tabiyəm, parlament üzvü kimi. Son dövrlər mən bir də qoşulub parlament ediniz, müzakirə edəcəksiniz. O mövzuya qoşulmamaq üçün icazənizlə bir-iki kəlmə də bu barədə danışım. Buyurun. Son zamanlar bir qrup Xatirə xanımı hədəfə alır, təcrübəsizdir deyə, sanki bu fikri insanların beyninə yeridirlər. Amma son nəticədə məlum oldu ki, bu fikri məqsədli şəkildə yayanlar özlərindən başqa heç kimi buna inandıra bilmədilər. Və bundan da çox böyük səhvə yol verdilər. Xatirə xanım mənim bu son bir ildə ən böyük kəşfimdir, sözün həqiqi mənasında. Dostlar, bu sözü burada sizə deyirəm. Siz bir gün Azərbaycan siyasi səhnəsində Xatirə Cəbrayılova adlı bir lider görsəniz təəccüblənməyin. Onun iradəsi, onun iddiası, onun həyatda qazandığı uğurlar. Ben buradan onun anası xanım bacının o cəsarətli çıxışlarını görmüşəm. Qurban bəy, siz paylaşmışsınız onları dəfələrlə. Və xanım bacı bu çıxışları Azərbaycanda eləyib. Və onun qarşılığında ruhi xəstəxanaya qədər atılıb. Xatirə xanım məhz Azərbaycanın atalar sözündə deyildiyi kimi öz kökü üstündə bitmiş oldu. Ona görə mən bu Xatirə xanımı hədəf alanlara, onu aşağılamağa çalışanlara buradan bir mesaj vermək istəyirəm. Sizin heç birinizdən əski olmayan, artıq da olmayan Qurban Məmmədli, Ərəstun Noruzlu, Abid Qafarov, Xatirə xanımın parlament sədri kimi, dönəm sədri kimi tapşırığını qəbul edir və onu icra edir. Bunu biz istəyirik, istəmirik, dəxli yoxdur. Bəlkə də ürəyimdə istəməzdim. Amma parlament sədri mənə belə tapşırıq veribsə, onu icra etmək mənim borcumdur. Ona görə birinci xahiş edirəm, parlament sədrinə qarşı Azərbaycan siyasi səhnəsində son illərdə peyda olmuş, parlamakta olan bir siyasətçini də bu metodlarla sıradan çıxarmağa çalışmayın. Mən həmin insanlara ünvanlayıram. O mümkün də deyil. Bəli, o mümkün də deyil. Bizim ona köməyimizə də ehtiyacı yoxdur. Xatirə xanım artıq iradəsini, cəsarətini, qətiyyətini, iddiasını nümayiş etdirdi. Özdə bir çoxlarının, özdə illərdir siyasətçi deyən bir çoxlarının xeylisinə nümunə olacaq bir şəkildə. Bu barədə bu qədər. Qurban bəy, baş verənlərdə yeni bir fenomen var. Bu fenomen nədir? Azərbaycanda insanlar ağır cinayətlərdə ittiham olunur, saxlanılır, sorğulanır, mediada kampaniya gedir. Amma bir dövlət orqanının rəsmi açıqlaması yoxdur bu barədə. Gəncədə bir uşaq öldü, 4 dövlət orqanı bircə bəyanat verdi. YTX da qoşuldu onlara. Uzağa getməyək, Qurban bəy. Ərəstun Noruzluya, Abid Qafarova cinayət işi açıldı. Baş prokurorluq açıqlama verdi bu barədə. Rəsmi telekanallarda yaydılar. Başa düşürəm, Kamran Əliyev, mən onu qınamıram, özümə söz vermişəm, heç vaxt qınamayacağım. O adamı qınayarlar ki, o ona layiqdir, o qınağa layiqdir. Kamran Əliyev heç nəyə layiq deyil. Nə nifrətə, nə qınağa, nə təhqirə,
təhqirə də layiq deyil hətta. Adam öz yerində deyil də, bunu anlamaq lazımdır. Adi bir kukladır. O kuklalar var ki, parmağını vurursan səs çıxarır, bu heç səs çıxaran kukla da deyil. Yəni qoyaq onu da kənara. Bu çox pis bir fenomendir. Bu olduqca təhlükəli bir dinamikadır. Yəni bir insanı ağır cinayətdə ittiham eləmək üçün bunun hüquqi əsasları varmı, yoxmu? Bunu istintab göstərər, məhkəmə göstərər. Amma bu ittihamları hər hansı bir şəkildə rəsmi qaydada cəmiyyətə çatdırmaq dövlətin və onun hüquq mühafizə orqanlarının məsuliyyətidir, borcudur. Bu onların səlahiyyəti deyil, borcudur. Siz nə adla insanları ittiham edirsiniz? Nə adla? Yaxşı başa düşdük, rəsmi qaydada dediniz, yalandan uydurdunuz ki, Ərəstan Oruclu dövlətə qarşı çağırış eləyibdi. Mən də cavab verdim. Mən onu qəbul etməyə və hətta çağırış etdiyimi etiraf etməyə və hətta həbsxanaya getməyə razıyam. Bir şərtlə ki, siz də başda İlham Əliyev olmaqla Tərtər cinayətinə görə qonşu kameraya gələcəksiniz. Bu şərtlə razıyam. Boynuma alıram bu cinayəti. İstəsəz Teymur Ləngi öldürməyimi də boynuma alaram. Makedoniyalı İskəndəri də. Nə istəsəz boynuma alaram. Məndə Adolf Hitlerin məktubu olduğunu da göstərərəm. Yazıb göstərərəm. Niyə uzağa gəlsin? Ramiz Mehdi'nin çeviriş məktubunu da boynuma alsa işin düzələr. Onu da alaram. Eybi yoxdur, onu da alaram. Tək onlar Tərtər qətliamını öz boyunlarına götürsünlər. Olsa götürəcəksiniz. Bakıda götürməyəcəksiniz, Haqada götürəcəksiniz. Amma ümid edirəm Bakıda götürəcəksiniz. Amma burada Qurban bəy, təhlükəli nədir? Bu artıq bir ənəniyə çevrilir. Necə ki, o Tərtərdən əvvəl biz danışmışıq bu barədə. O insanları zorlamalar, cinsi xarakterli zorakılıqlar, işgəncələr, bunlar əvvəllər də tətbiq olunubdur. 90-cı illərdən, Amondan başlayıb bu hadisələr. 95-ci ildən 30 ildə artıq. Necə ki, bax bu ənəniyə çevrildi və gəldi birdən belə bir miqyas aldı, Tərtərdə göründü. Hətta o dərəcədə, o miqyasda göründü ki, özləri də bunu gizlədə bilmədilər. İndi də bax bu rəsmi ittiham verilmədən insanların həbsi, cəmiyyətdə təhdidi, media tərəfindən küncə sıxılması, qarayaxma, əgər ittiham yoxdursa rəsmi, deməli deyilənlərin hamısı qarayaxmadır. Doğrudurmu Qurban bəy? Tam doğru. Bax bu artıq Azərbaycanda kütləvi xarakter alır. Əziz həmvətənlərim, biz bilirsiniz nədən ehtiyat eləməliyik? Ramiz Mehdiyev cəhənnəm olsun, o da onların cinayət şərikidir. Ərəstan Oruclu da cəhənnəm olsun. O da çevrilişə çağırış edib. Əli Kərimli haqqında onu deyə bilmərəm. Özüm haqqımda deyə bilərəm. Eybi yox, qoy Əli Kərimli də tutulsun. Amma bir gün bunu kütləvi tətbiq etməyə başlayacaqlar. Məlum olacaq ki, iş tələb eləyən, çörək tələb eləyən, uşaq pulu tələb eləyən 500 nəfər sən demə qiyam törədibmiş və mətbuatda hayküy qaldıracaqlar, üsyan qaldırıblarmış, dövlətə xəyanət eləyiblərmiş, aparıb salacaqlar içəri və olacaq Tərtər 2, Tərtər 3, Tərtər 5 və s. Biz bundan ehtiyatlanmalıyıq. Biz artıq buna səsimizi qaldırmalıyıq. Biz buna etiraz etməliyik. Biz buna görə hesabat tələb etməliyik. Bəli, hesabat tələb etməliyik. Biz o ölkənin vətəndaşlarıyıq. Biz o torpaqda doğulmaqla o ölkənin sahibiyik. Və biz bunu dərk eləməliyik. İlk növbədə bu şeyləri dərk eləməliyik. Bu deyilənləri həyata keçirmək üçün bir həqiqəti dərk etməliyik. Azərbaycan vətəndaşı olmaq, Azərbaycanda doğulmaq, Azərbaycan dövlətinin sahiblərindən biri olmaq deməkdir. Heç kimə o hüquq, o səlahiyyət verilməyib ki, bizim və minlərlə, 10 minlərlə, 100 minlərlə bizim kimi həmvətənimizin taleyini öz murdar niyyətləri üçün, öz vəkilli cinayətləri üçün təhlükə altına alsın.
Anlayırsınızmı bunu? Xahiş edirəm. Bu barədə düşünək. Qurban bəy, mən bunu demək istəyirdim. Məsələnin bu aspektinə toxunmaq istəyirdim. Hər kəsdən üzr istəyirəm vaxt aldığım üçün və müdaxilə etdiyim üçün. Çox sağ olun, minnətdaram. Çox sağ olun, var olun. Mən Nazarfiyyə ailəsi adından Rəstum bəyə təşəkkürümü bildirirəm, sağ olsun. Dəyərli fikirlərinə görə. Dostlar, 4101 adam hal-hazırda bizi izləyir YouTube'da. Mən xahiş edirəm, hesablarımızı görürsünüz. Rusiyadan olan qardaşlarımız son 6000-dən bitən T-Banka orada hesabımız var və Bakıda deməli Unibankda olan mənim öz adım olan 8408-dən bitən hesaba öncə ailə üzvü yaxınları ödəyin, ayın axırıdır. Sonradan nə yardım bacarsa yardım edin. Hər adam ən azı 1 manat kart uzaqsın atın. 1 manat sizə bir problem eləməz. Amma bu 1 manat bizi bir yerə bağlayacaqdır. Bu bizi təşkilatlandıracaqdır. Mən də sizin o qoyduğum 1 manatların hesabına burada sizə gələcəkdə milyonlar qaytaracaq. Normal həyat tərzi qurmaq üçün rejim dəhşiyini hazırlayacaq bu xalqı. Aydındır mı? Sizin 1 manatınız qoyduğunuz investisiyadır. Lütfən. Bugün ayın sonuncu günüdür. Xahiş edirəm, yardımlar kəsilməsin. Dostlar, mən bəri başdan deyim ki, Əli Kərimlinin onun tərəfdarlarının bizə mövqeyinin asılı olmayaraq, biz Allah qarşısında öz əxlaqımıza və əqidəmizə görə davranmalıyıq. Kim nə deyə desin? Mən bilirəm ki, mən bəlkə danışım, mən yoldaşda yazırlar ki, sən niyə onu müdafiə edək, o belə eləyib, dəxli yoxdur. Əli Kərimli qanun səhvsi olunub. Yəni, heç kəs bu dünyada mənə Azərbaycanda inandıra bilməz ki, Əli Kərimli güya hansısa dövlət çevrişi planını iştirak edib. Bu mümkün olan bir şey deyil. Əgər belə fakt olsaydı, hakimiyyət faktın özün qoyardı, efirlərə günlə pülüyərdi. Necə ki, onun bunun yatağını çəkib, müxalifətçilərin üzr istəməyimizdə bu deyəcəyəm. Cinsiyyət orqanlarını öz arvadlarına, qızlarına böyük zövqlə nümayiş etdirirlər. Aydındır mı? Üzr istəməyimizdə ona görə deyirəm ki, bəzi kişilərin özləri olsa bir qeyriyyət, bir namuslular, bəlkə onların evlərində olan xanımlar bir bağlıca özlərindən cəsarət təbib dönüb tüpərlə o kişilərin üzrünə ki, bir namus alçaq. Sən niyə özünü belə aparırsan ki, ekrandan sənin haqqında məni belə desinlər? Nə olur ki, müxalifətçilərin yatağını, otellərdə orada burada güdüb çəkən hakimiyyət, Əli Kərimlinin bu boyda cinayətini çəkib ortağa qoymuyor. Verin ifirlərə. Sübutunuz var, qoyun ifirlərə. Dostlar, heç bir sübut səd yoxdur. Amma ən ciddi sübut Əli Kərimlinin qanunsuz tutulmağının ən ciddi sübut odur ki, ya mənəm Ramiz Mehdiyevin adamı, ya Əli Kərimli. Çünki o Əli Kərimli məni iddiam edirdi Ramiz Mehdi adamı olmaqda, ondan ev almaqda, ondan villa almaqda. Bugün ellər onu, o da qamla başa düşmürlər. Bu çəpədilər qamla anlamırlar ki, söhbətlərdə kim girdi. Hələ ayılmırlar hələ, başa düşmürlər. Əli Kərimlə əgər məni Ramiz Mehdiyevlə bağlayıb, mənim əlim iş aparırdısa, ola bilməz ki, işimiz eyni vaxtda Ramiz adamı ona. Bu mümkün deyil. Buna inanmaq dəlili eləmək, ilham eləyib. Ya sən başın xərəbdir, ya dəlisən, sən də çatışmır. Əli Kərim, ya Əli Kərimin də onun adamı, Ramizi gömənəm. Əli Kərimin düzsünsansa, qırışma, sən məndən üz istəməzsən, 5 sentabı kimi 20-yə görə. Çağırmaz o gədə var ha, Mir Şahin. Onun qulağını küçük balasını kəsməlisən, gəl qoduq. Və sən deyirdin ki, bu Ramiz nə adamıdır? Ramizdən gələdi, əsəbləşdi, göz qaşını oynatdı, nə bilim, Abdün Fərzəliyev dedi, hey, get onu evin ver, nə oldu be? Hə? Aylaməliyiv. Ya sən çağırıb indi onların qulağını kəsməlisən ki, qoduq, məni anlatmısınız. Və deyirdiniz ki, bu Qurban Məmmədov şeyin Ramiz Mehdiyev adamı. Bunda bu niyə tutmuşsunuz Əli Kərimli? Əli Kərim deyir ki, Qurban Ramiz adamıdır, mən yox. Anladınız nə demək istəyirəm? Dostlar, bugün çox danışmayacağım. Bu mövzu başqa mövzularla qarışdırıb unudulmamalıdır. Və buradan da bir bəyanat vermək istəyirəm bütün millətimə, xalqıma. Ayrı-ayrı jurnalistlər öldürüldü, birləşib ayağa qalxmadıq.
Tərtər oldu, birləşib ayağa qalxmadıq. Ondan qabaq Gözəl Bayramlını, Xalq Cəbhəsinin qadın rəhbərlərindən birini şərləyib həbs elədilər. Xəstəliyə mübtəla etdilər, cavan ikən getdi. Qalxmadıq. Abid Qafirovu şərləyib, qazilərin əli ilə həbs elədilər, qalxmadıq. Birləşə bilmədik. Abzas Medianın, Meydan TV-nin, başqa kanalların qadın, qız jurnalistləri şərləyib tutdular. Qalxmadıq, birləşmədik. Və bu birləşməmənin əsas səbəbkarlarından biri Əli Kərimlidir, onun tərəfdarlarıdır. Bu birləşməyə mane olan baş adam, baş qəhrəman Əli Kərimlidir, onun adamlarıdır. Bu müxalifətdir, dırnaqarası müxalifət. İndi mən sizə təklif edirəm. Mən Əli Kərimin azadlığı üçün, bütün xalqın birləşməsi üçün əlimdən nə gəlir eləməyə hazıram. Mən buradan bəyan edirəm, öz növbəmdə, mən şəxsən Əli Kərimin azadlığı üçün bu millətin birləşməsi alınacaqsa, Tərtər bu milləti oyatmadı. Qadınların namusu, qeyrəti bu milləti oyatmadı. Bəlkə Əli Kərimin həbsi oyada. Necə fikirləşirsiniz? Alınan mı birləşmə? Rejimə qarşı. Mən demirəm, kimlə kimi gəlsin mənlə birləşdi. Yox, uzaq olun məndən. Rejimə qarşı Əli Kərimin azadlığı uğrunda birləşməyə hazırsınız mı? Mən öz növbəmdə deyirəm, mən buradan elan edirəm. İmza da toplanmaq hamıda boş şeylərdir. İmza toplanmaq, bunlar nağıl damısı. Donuz yaduzda qalsın. Darıdan, kərdidən, ləkdən döyə-döyə çıxarılmalıdır. Donuz öz başına ondan çıxası deyil. İləməli bir donuz kimidir bu rejim, heydərizm. Gedib Azərbaycan söküb, dağıdı, tapdalayır. Başa düşürsünüz siz. Bu baş verən hadisə var, ha? Bunun baş günahkarı AXCP-dir, Əli Kərimi sənsin. İndi bəlkə də axşama buraxarlar, sabah buraxarlar ya da saxlayarlar. Bu hamımıza dərs olmalıdır. Bütün müxalifəti qaralayıb onun bu ləkəliyə birləşməyə qoymamışsınız. Nəyin uğrunda mübarizə aparırdınız? Müxalifətdə liderlik uğrunda. Əzizən vətənlər, Azərbaycan müxalifətinə gedən prosesləri mən hələ 20 il, 25 il bundan qabaq obrazlı şəkildə Hürriyyət qəzetində belə ifadə eləmişəm. Ey mənim əziz qardaşlarım, siz batan gəmidə yaxşı kayutlar uğrunda mübarizə aparırsınız. Bəsdirin, durun, dayanın. 25 il bundan qabaq. Dedim, eşdən olmadı. Bugün də o işi alçaqlar eləyirlər. Gəmi batıb, ay kişilər, bir ucu qaraba dik, birisi də gəmi batanda əyilib, belə gedir yerin dibinə, suyun dibinə, dikinə. Ucu göstərir artıq. Qaradənizdə vurulan Rus gəmiləri var, tankerlər, bu onlar kimi batırlar. Azərbaycan batır. Bu ləyəqəsi gədələr, müxalifət adlı adamlar bir-biri ilə vuruşurlar, bir-birinə kəllə atırlar. Yaxşı kayıt kim daha çox satılar, kim daha çox qoparar hakimiyyətdən. Əkilər. Bunlar bu işlə məşğullar. Abid bəy salamlayıram, Abid də yaxşı yazır ki, bütün xalqı da özlərini batırmaq istəyirlər. Yox, Abid bəy narahat olma, xalq batası deyil. Xalq əlin oladan çəkəcək. Xalqın o gəminin içində batan gəmidə kayıtları var. Azad Freedom kimi, Abamedia kimi çıxacaqlar, oradan hoppanacaqlar, azad olacaqlar, narahat olmayın. Biz imkan verməyəcəyik bu xalq batsın. Amma mən o Azərbaycandakı situasiya üstüylə mamı soyuq başına qiymətlədir ki, nə baş verib? Nə biz bura düşmüşük? Niyə? Amma deyirdiniz ki, qorxur Əli Kərimi tutmaqdan. Mən o vaxt deyəndə ki, bu Əli Kərimli fəlakət əlaqədədir. Belədir, mənə deyirsən, böhtən atırsan. Belə düşünürlər, qorxuraq Əli Kərimlidən. Dünya qalxar ayağa. Nə dünya ikisində danışırsınız? Siz xəstəsizsiniz, başınız xarabdır. Sizin siyasət anlayışınız budur. Bunları mən niyə belə kəskin deyirəm ki, damarınıza işləsin ailəsiniz.
Mən bilirəm bu dəqiqə məni kimlər istəyir. Ayrılmağınızı istəyirəm mən. Əslən vətənlər, Azərbaycan müxalifətində müxalifəti bir-birinə düşmən eləyən, şəxsən bu Əli Kərimlinin, onun tərəfdarlarını 2018-ci may ayında mənlə düşmən eləyən və bugün bizim xalq parlamenti içində də bu yaramazlığı salmaq istəyən bu rejim belə bir metod tətbiq eləyir. Öz adamını, o gün demişəm, bunu bir də təkrarlayıram, çünki bu vacibdir, xalq bilməlidir. Hal-hazırda bizə 4500 adam baxır, hal-hazırda bizə YouTube'da. TikTok'dan nəyəsə cəmaət edib maraqlı verilişlər var, onlara baxmağa, cəmi 40 nəfər baxır. 4500 adam bilməlidir ki, bu 4500 deyil, bu IP-dir 4500, keçdi 4500, 4577 oldu. Burada hər IP-dən bir 5-10 nəfər baxsa, bu 40-50 min canlı izləmə deməkdir, dostlar. Amma bu silah ola bilsin ki, bir gün sizin əlinizdə olmasın. Eşitirsin məni. Bax, bu silah var, azaf edimsə daha. Ola bilsin ki, bir gün əlinizdə olmasın. Ona görə də bu silahın yaşaması üçün yardımlar yaddan çıxmasın. Məndən bu demək, çalışın ki, azaf edin davam edəsin. Bugün mən varam, sabah bir başqa çıxacaqlara at olmayın. Elə ləyəqətli övladlar var ki, onlar əmrə gəlibdir ki, bu iş aparacaqlar. Amma bu iş maliyyəsiz mümkün deyil. Mən bu vəziyyəti olduğu kimi çılpaqlığı necə eləmək istəyirəm ki, hamı götürqü eləsin, papağın qoysun başının qabağına gəl ki, nə baş verir? Biz nə belə eləyirik? Müsavatçılar, hələ ki gic deyil, siz də fikirləşin, yaxşı-yaxşı fikirləşin. Sizə sadəcə olaraq müxalifət lideri, müxalifətçi olmaq lazımdır, yoxsa doğrudan da bu xalqın azadlığı uğrunda, bu rejimin dəyişməsi uğrunda nəticəyə nail olmaq. İşte nə lazımdır? Özü üçün mənləşdirin. Mən buradan bu dediyim sözlər sıravi insanlara aiddir. O müxalif partiyaların içində var ya, minlərlə ləyəqətlidir, özü acından ölür bədbaxtlar, zülüm çəkirlər. Onlar inanırlar liderlərinə, hərəsi birinə təyindən gedir, birinə 50 mad, 30 mad verə-verə. Çox pis haldadır vəziyyət, dostlar. Azərbaycan müxalifətinin vəziyyəti dəhşətlidir. Mən onlara müraciət edirəm. Siz liderlərinizin davranışına bu qədər də ayrıda olmayın. Bu günlərdə bir qrupda bir şey oxudum. Yazıblar ki, qrupda yazıblar ki, adı yazıblar. Namizə Səfərov filan, üzr istəyirəm, filan kəs bizlə bir yerdə olmaqlarına baxmayaraq bizim əleyhimizə səs veriblər. Bu xainlər ifşa olunmalıdır. Baxın ha, bizlə deyib biz yerdə olmaqlarına baxmayaraq qrup belə idarə olunur. Adamlar hələ anlamırlar ki, adam sənlə bir yerdə olduğuna görə bir şeyə səs verməni deyil. Haqqa görə səs verməlidir. Ədalətə səs ver. Adam anlamır, adam başa düşmür. Adamlar başa düşmürlər və bu əxlaqla da, bu şuurla da cəhənnəm özləri batacaqlar. Başqaları da batırırlar özləri ilə. Xalqı da batırırlar özləri ilə. Başa düşürsünüz? Adamlar içində bir ambisiya var. O qədər belə layiq olmadıqları istəklər, arzular var ki, adam qaşa düşmür, qanmırlar ki, bu cür yaşama olmaz, ay kişilər. Sən mənim qardaşımsan deyirsən, mən dediyim eləməlisən. Mən istədiyimə səs verməlisən, qətiyyən. Sən haqqa səs verməlisən. Sən doğrunun dürüstlüyü yanında olmalısan. Sən sevinməlisən ki, bu adam mənlə bir təşkilatda olmasına baxmayaraq, hətta mənim dostum olmasına baxmayaraq, mənim səhv qəbul etdiyim qərarı qəbul eləmədi, tutdu mənim yaxamına ki, sən səhv edirsən. Ataxan Ömər utanırsınız, Ataxan Əbil utanırsınız. Buradan da salamlayıram. Dostlar, Ataxan Əbilov bəzən gedir saat 2-də, 3-də zəng edeyim, məndən bir səhv elədiyim məsələni inandırır ki, o zaman səhv eləmişsən, buradan dönmək lazımdır. Buradan durmaq lazımdır. Mən Ataxanı Sərdardan az istəyirəmsə, mənim namusum, ləyaqətim yoxdur. Talış balası, Talış qardaşımdır mənim. Mən onu Sərdardan az istəmirəm. O 5 qardaşımdan az istəmirəm. Adam yapışır mən yaxamdan, deyə qurban, sən bunu səhv edirsən. İnandı, deyirəm, başda, oldu. Mən niyə onu hörmət edirəm? Çünki mən bilirəm ki, o məni faciədən qoruyur. Mən də insanım, mən də səhv edə bilərəm. Və səhvlər edə minlər səhvim var. Mən buna sevinirəm. Adam başqası deyir ki, filan kəs deyir, bizlə bir yerdədir güya.
bizim de mövqeyimiz əleyhinə səs veribdir. Onları cəzalandırmaq lazımdır. Dostlar, bu əxlaqla, bu düşüncələ uzaq getmək olmaz. Ey Azərbaycan müxalifəti, bu qayda ilə gedilməyəcək. Əli Kərimi bugün həbs olundu, sabah başqası həbs olunacaq. Əslində baxsaq, burada məqsəd Əli Kərimi həbs etmək deyil. Məqsəd Azərbaycan xalqının özünə olan inamını sıfırlamaqdır. Məsələn, neçə illərdir rejim bu iş aparır. Və dünən əslində baxsaq, hakimiyyət nə planlaşdırmışdı? Orada ki, Əli Kərimi saxlanılır. Burada da xalq parlamenti dağılır, parçalanıb, qutardı, bundan da sıfırlanır müxalifət. Ay sən öləsən, eləməliyə. Ay siz öləsiz. Yox, xalq parlamentini heç kəs parçalaya bilməyəcək, batıra bilməyəcək. Parlament yaşayacaq, yaşadığı kimi. Bu şeyləri danışıb niyə başınızı aradıram? Dostlar, əvvəla 4000-dən çox adam baxır. Siz bunu 2000 adam paylaşsa, bu verilişi, birdən-birə 8-10 min adam baxa bilər. Buradan deyəcəyim fikirlər, mənim xalqım üçün, Azərbaycan xalqı üçün, mənim üçün, şəxs ailəm üçün deyil. Bugün mən danışmaq imkanım var deyə danışıram, sabah bu imkanım olmaya bilər. Mən itərəm ekranlardan görməz, bitdi, getdi. Heç kəs bunu deməyəcək sizə. Bunu mən sizə deyirəm. Mən deyəcəyim formada, ona görə yox, mən ağıllıyam, nə savad demişsən, yox, qətiyyən, arazda məndən 1000 dəfə ağıllılar var, savadlıları var. Sadəcə olaraq bu funksiyonu Allah mənə verir, restoran. Bunu mən deyəcəm sizə. Bu şərait yaradılıb Azərbaycanda. Bu şəraitin yaradılmasında hamımız günahkarıq. Mən də daxil olmağına. Bayaq başladım o mövzunu tamamlayayım. Hakimiyyət öz adamlarını, peşəkar o təxribatçılar ki var, yerləşdirir bu partiyanın içərisində, söydürür o biri partiyanın, o biri qrup, o biri təşkilat. İkisini də orada yerləşdirir, o da cavab verir. Ara qızışandan sonra o adamlar geri çəkilənsə də proses gedir axıra qədər. Neçə illərdir bunu davam edirlər. Bunun qarşılanmağın yolu nədir? Bunun qarşılanmağın yolu odur ki, o qrupun rəhbəri ona maliyyə yardım eləsə də, ona dost qardaş desə də, sən böyük adamsan, sən təmiz adamsan, sən bir dənəsən, sən yaxşı oğlansan, sən bizim başımızda lidersən, sən prezident olmalısan desə də, adamın səviyyəsi varsa o liderin, o rəhbərin, təşkilatın rəhbərinin, şəxsi səviyyəsi, savadı varsa, dünya görüşü yerindədirsə, o adamın bu pozluq hərəkətini görən kimi nəzər almamalıdır, bu dönəmin 50 manat keçirir. Sağ ol deyib. Sən mənim rəhbərimizə böyüyümsən deyib. Dərhal onun qulağını kəsməlidir, onu zərərsizləşdirməlidir. Və elan eləməlidir, hamıya yazam, bu adam mənim yaxam adam olsa da, bununla elədiyi hərəkət təxribatdır. Bu başqa qruplarla bizi düşman eləyir, onu söyür, bunu söyür. Dostlar, bu metod o qədər gözəl tətbiq olunur ki, Azərbaycanda. Və bunun nəticə verməsinin səbəbi əslində baxsaq hakimiyyətin gücündə deyil, ağılda deyil. Rəhbərlərin ağılsızlığındadır, küt beynindədir. Əgər mən, özümü deyirəm, bu da Azərbaycan maliyyətini görürəm ki, söhbət pəncərəsində Teymur Məlini söyürsünüz. Misal üçün deyirəm ha. Mən ona susuramırsam, mən alçağım biriyəm, deyirəm mən. Mən o söyüşə şəriyəm. Burada, bu efirdə mən, əgər gözüm sadaşdırsa söhbət pəncərəsindən, burada Teymur Məlini kimsə söyür, təhqir eləyir. Mən əgər ona dərhal görən kimi rədd bildirmirəmsə və restoran demirəmsə ki, onu pod oradan rədər o qoduğu, tərbiyəsizi, bunu blokla. O demək ki, mən tərbiyəsini tayin deyil. Düzdür yoxsa yox? Ya yox yazın, xahiş edirəm. Bu dediyim məntiq düzdür yoxsa yox? Burada Azərbaycan maliyyəsi oturub burada Abid Qafarov söyür. Mən onu görürəm. Dinmirəm, danışmıram, tədbir görmürəm. Bu nə deməkdir bu? Bu demək ki, mən də Abid Qafarovun söyülməsinin tərəfdarıyam da. Hə? Dostlar, bunun bir başqa adı yox deyil bu. Bunu qanmaq üçün adam belə professor olmaq lazımdır, adam olmaq lazımdır. Adam mı? Adam. Adam kimi adam olmaq lazımdır. Əgər mənim adamlığım yoxdursa, özümü eşkəklə qoyacağımsa, nə olsun, nə də söylə, də demokratiyadır da. Nə demokratiya? Belə demokratiya olmur. Bu bir metoddur, hakimiyyətin metodudur. Tədbiq edib, məni işli düşmək ilabedinə.
Abi de bile bakır oradan diyor bura bak kurban kişi. Ama sen deyirsən sən məndən bir yerdəsən. Sən nə bilim xalq parlamentin üzvüsən məndən bir yerdə. Ay nə bilim mübarizə aparsan şeyə. Mənim nüfuzumdan düşmən nüfuzdan salınmağa nə şərh yaratsan orada. Nə deyim mən abi də? Abi mən deyim falan falan şu da dolamırsan məni. Bu da Azərbaycan müxalifətində dostlar. Sonra 30 ildə bu şey davam edir. Və biriniz sıravilərə deyilməyim mən. Birinizin qeyrəti çatmır ki, tutasın rəhbərliyi yaxasından ki, düdük, ay filan alçaq gədə. Sən kimsən? Sən paytaxt sədrsən, sən siyasət, sən kimsən sən? Niyə bizim yanımızda bu yerləşdirən alçaq adam qarşı tərəfi söyüb bizi düşmən inanmıyor? Niyə? Nə xalq cəbhəsinin üzvüdür bunu deyir, nə müsavatın üzvü deyir, nə başqası deyir. Olmaz belə. Bu siyasət deyil. Mən bunu demək istəyirəm sizə. Əli Kərimin həbsi bir daha subut edir. Gözünüzə soxur ki, belə yaşamaq olmaz. Bugün nə qədər yanlış yaşamısınız. Mən deyək gedəcəyəm. İstəyərsə inanın, istəyərsə inanmayın. İstəyərsə əməl eləyinsə, əməl eləmir bildiyinizdir. Mənim vəzifəm deməkdir sadəcə olaraq. Gücüm buna çatır bugün. Gücüm bugün buna çatır. Ki demək, bəlkə millət ailə başa düşər. Mən Əli Kərimin müdafiəsi ilə bağlı təşrif edirəm ki, bütün partiya sədrləri dərhal, sabah yığışsınlar. Bütün jurnalistlər, bütün şairlər, yazıçılar, özünü adam sayan, ziyalı sayan adamlar yığışsınlar sabah təcili, böyük bir tədbir keçirilsin. Mən oradan canlı efir verəcəyəm. Əgər kütləvi tədbirlərə başlamaq lazım gələcəksə, xalqı qaldırmaq lazımdır ayağa. Tərtərə qalxmadı xalq, başa düşdüm. Qadınların namusunu tapdalaması qalxmadı xalq, başa düşdüm. Bəlkə Əli Kəriminə görə qalxa. Bu adam özünü axı neçə illərdir müxalifətdən ananın lideri, ana müxalifət adlandırıyor. Öz-özünü ana müxalifət adlandırıb. Sən də xalq olaraq, indi gəlin subut eləyək də. Əgər sən də onu özü lider bilirsənsə, sonra gəlin qalxaqaya qalmaz. Gəlin birləşək. Millət, yazıda bir şey saxlayın. Sürüyə daranan canavarı vaxtında məhv eləməsən, sürünün arxadan çıxacaq. Mən bunu 7 il təkrar deyirəm. Sən bunu tərtərdə başa düşmədin. Sən bunu qadınlar, qızlar təhqir olana başa düşmədin. Sən bunu dövlət büdcəsi milyardlarla oğurlanda başa düşmədin, vezin olmadı. Bəlkə indi başa düşəsən. Mənim bəzi dostlarım deyir ki, Urban, sən niyə əsəblərini qormuşsan, sağlamlığa nə fikir vermirsən? Sən bilirsən ki, bu şeylər düzəlməyəcək. Yox, dostlar, mən əminəm ki, düzələcək. Mən əminəm, bu xalqın inamını sarsıdıblar. Bu xalqın inamını sındıranların biri də bu bədbaxt Əli Kərimin özü olub, onun tərəfdarları olubdur. O müsavat olubdur. İnanın mənə, bu baş verən bu hadisələr ki var, bu bəlkə də Allahın bizə lütfüdür. Bəlkə indi insanlar başa düşür, ailə ki, belə eləmək olmaz axı. Sabah məni xilas edəcək adamın əleyhinə mən niyə yalan danışıram axı? Niyə mən böhtan atırdım, niyə? Gültəkin Hacıbəylini Türkiyədə saxlayıblar. Həmin Gültəkin Hacıbəyli həyasızcasına çıxıb efirə, Osman qızın efirində hırtıldı dedi ki, Qurban şəriət dövlət yaratmaq istəyirdi, biz onu qovduq. Milli Şurada. Həmin Gültəkin deyirdi ki, Cəmillə bir yerdə, biz Qurbanı qovduq şeydən, Milli Şurada. İndi burada Milli Şura dedim, bu məsələ ilə bağlı üstü-örtülü bəzi mesajlar verəcəyəm. Çünki hələlik dostlar zamanı deyil bəzi şeylər açıq danışmağın. Mən Elçi bəy kimi özümlə çox şeylər aparma fikrim zadım yoxdur. Amma məqamı gələndə deyəcəm mütləq. Buradan isə şəxsən İlham Əliyevin özünün menüsünə bəzi üstü-örtülü mesajlar verəcəyəm. ...2014-cü ilin dekabr ayında mən azadlığa buraxılanda biləsiniz ki, mən əfvinə çıxmışam 2014-cü ildə. Mənim indiki ağlım olsaydı, mən 98-ci həbs olunmazdım qətiyyən. 5 il getdim, yatdım, ömrüm getdi. Mübarizədən kənar qaldım. Açığı o vaxt indiki təcrübəm yox idi. Olsaydı mən 98-ci həbs olunmazdım. 2013-də heç həbs olunmazdım. Oldu, bu da həyat təcrübəsidir, yaşaya-yaşaya öyrənirik. 2014-cü dekabr ayında mən
azadlığa çıxdım. Dekabrın 29-dan neçəsi idi. Dekabrın 24-ü səhv eləmirəmsə 13-cü kolonda bunt oldu. Üsyan oldu. Dustaqlar üsyan elədilər. Orada növbətçi listəni yandırdılar, dağıtdılar, neynədilər. Dekabrın 20, həmin gün deyəsən İlham Əliyev ay günü düşmüşdü, həmin hadisə günü. Onun ay günü deyəsən, doğum günüydü. Adətən belə olan hallarda cəza müəssisələrində qoşun yeridilir, daxil qoşunlar yeridilir, cəzalandırır dustaqlar. Çox təəccübləndik ki, heç bir şey olmadı, sakitlik oldu həmin gün. Sonra başa düşdüm ki, bu İlham Əliyevin ay gününə görədir ki. Deməli, ayın 27-sində sübh tezdən saat 5-in yarısıydı. Mən durmuşdum, elə namaza çıxırdım. Qapını açanda birdən qapı təpi ilə açıldı. Maskalı girdi içəri. Dubinka ilə kürəyimlə mən bir dənə mən çıxdım eşiyə, dəhşətə gəldim. Deməli, bütün o cəza müəssisəsinin ortasında böyük bir meydança var yekə. 1 hektarlıq belə yerdir. Asfalt damısı. Lüt ana bülbül tustaqları sondurub uzadıblar yerə, səriblər. İtlər, zadlar, bir hücumlar, bir bağırtı səslər gəlir ki, o səsləri mən ancaq, bu səhnəni görmüşdüm, ancaq o faşist düşərgələrin haqqında çəkilən filmlərdə. Nəysə, o gecə çox ciddi hadisələr oldu və ondan da qabaq artıq bu şey hazırlanırdı, İlham Əliyev, yada gəlir, ət məsələsi. Mənə də gəldi, təşvir edilər. Mən dedim ki, mən çıxmaq fikrim yoxdur, oturmuşdum, özümü dincəlirəm. Nə var ki, tələsməm mən, ərzə yazmayacam mən. Sonra adam göndərdilər yanıma, müxtəlif şərtlərlə. Diqqətlə qulaq asın, mən istəyirəm buradan İlham Əliyevin, əgər İlham Əliyev ətrafında onu doğrudan da zərrə qədər sevən insan varsa, burada deyəcəyimi onu çatdırsınlar. Çatdırsınlar, bu onun özündən xeyrinədir, dövlətimizdən xeyrinədir. Deməli, müəyyən şərtlər mənə təşrif elədilər ki, olunmaq istəyirsənsə, bunlara gərək ərzə verib, söz verəsən, neynəsən, dedim ki, mənə ehtiyac yoxdur. Lazım deyil. Nəsə gördülər ki, marağım yoxdur, onun olsun da marağım yoxdur çıxmağa. Ancaq güc tapmışım, dincəlməyə oturmuşam. Çünki yeşə çıxan kimi vəkil adamım, hər bir dərdi var, birinin pulu var, birinin pulu yoxdur. Onunla pozu işləyə, ömrüm, həyatım gedir mənim. Dincəlirəm özüm üçün, türmə mənim üçün evdir, internetdən yaxşıdır. Deməli, gördülər, yox olmayacaq. Axırda dedilər ki, yaxşı, bütün şərtlər geri çəkdi, neynədik? Çıx filan şərtinə, neynə? Dedim, boşda çıxacaq. Heydərin qəbrini gedib baş əyməliydim. Bir də İctimai TV-yə müsahibə verib minnətdarlıq eləməliydim. Nəysə, bildiyiniz kimi çıxdım, getdim qaynamın qəbrinə. Orada da gözlədilər. Mən dedim, mən demişəm, gedəcəm qəbrin üstünə. Deməmişəm, Heydərin qəbrinə. Mən getmərəm onun qəbrin üstünə, baş əymərəm. Mənlik deyil. Bütün qaynam rəhmətə getmişdi, mən içəridə olanda, Allah rəhmət eləsin bütün ölənlərizə. Mənim də gözəl xanım Xatimi qaynanam var idi. Çox gözəl insan idi. Heyf, onu da qulluq edə bilmədim sağlığında. Getdim onun qəbrin üstünə, ondan da sonra İctimai TV-dən gəldilər, şey elədilər, intervyu da verdim, o da efirə vermədilər. İlham Əliyev, o zaman çox xahiş edirəm, söhbətimin bundan sonrasını yazın, çatdırın prezidentinizə. O zaman mənim azadlığa çıxmağımla bağlı həbsxanaya göndərdiyin o adam ki var idi, deputat. O deputat cəza müəssisəsindən çıxıb mənim yanımdan gedəndə ona bir zəng gəlibdi maşında. O zəng ona deyibdi ki, bütün şərtlər rədd olunur, istisnadır, heç bir lazım deyil. Qurban Məmmədovun şərt yoxdur. Bir dənə şərt qalır. O gedib oturmalıdır Milli Şurada. İlham Əliyev. Bunları deyirəm, ancaq kimi yaz, az qulağında. Zəng gəlir, tapşırıq gəlir həmin deputata, əzizəm vətənlər. Ki, Qurban Məmmədova qarşı heç bir şərt zad yoxdur, qəbul eləməsən. Amma bir dənə xahişimiz olacaq. Geçsin, uçsun,
Çıxanda getsin Milli Şuranın koordinasiya mərkəzi rəhbəriyyəti olsun. Qoşulsun onlara. Hər başda neyib dostlar? Milli Şuranın yaradılması üçün ilk fəaliyyətə başlayan adamlardan biri mənəm. 2013-cü ildə. Mən o başladım. Əli Kərimlə danışdım o barədə. Ki, orada özümü necə aparmalıdır, nə etməlidir. Təlimatımı verdim Əli Kərimliyə. Mən sonra tutdular. Və mən gözəl bilirəm ki, mən kimlə görüşəndən sonra onlar bildilər ki, mən orada nə rol oynayıram. Çünki mən heç ortada olmamışam, üzdə olmamışam mən. Mən arxada o işləri həll edilmir adamam. Mənlə gəldi bir restoranda Eldar görüşəndən sonra məni tutdular. Ki, mən o prosesdə iştirak edəməyim. Mən içəridə olanda izləyirdim nə baş verir. Dostlar, İlham Əliyev o deputata o zəng eləyən Ramiz Mehdiyev idi. O adam özü etiraf eləmişdi. Lazım gəlsə bu barədə mühafizə orqanlarına ifadə verməyə hazır olan adamlar var. Nə vaxt desəz, bu barədə ifadə veriləcək. Həmin deputata, o deputat da bəni indi eşidir, söhbətin nədən getdiyini bilir. Gələn zəng Ramiz Mehdiyevdən olub. Ki, şərtimiz belədir ki, Qurbanqulov oturmalıdır Milli Şurada. Əslən vətənlər, mən azadlığa çıxanda Milli Şuraya getmək üçün müraciət eləməmişəm. Mən olmuşam evimdə. Ancaq mən sonra Milli Şurada oldum. İlham Əliyev, sən əgər sənin ətrafındakı adamların bu dəqiqədə kim olduğunu bilmək istəyirsənsə, indi araşdır ki, Qurban Məmmədovun Milli Şuraya dəvət olunma mexanizmi necə olub? Kim onun evinə gedib? Kim onu dəvət edib? O gedən kimin tapşırığıyla gedib ora? Onda sən biləcəksən ki, sənin ətrafında olan adamların bizə məqsədi var. Səni bu xalqla qorxutsunlar. Özlərinin yaratdıqları saxta adamlarla sənə xox gəlsinlər ki, baxa, biz onu sənə xoxan kimi yiyərlər. Bu saxta parlament seçkiləri var ha. Onlar hamısı. O təyinatlar, icra başçıları, müxalifətdəki təyinatlar, aylıq pullar birini 10 min, birini 30 min, birini 50 min. Onların hamısı araşdır gör hansı mərkəzdən verilib olubdur bu şeylər hamısı. Kim eləyib onları? Onda sən biləcəksən ki, bugün sənin həbslərdən Əli Kərimov tamamilə qanunsuz həbs olunub. Həbs olunmalı adamlar sənin ətrafındadır. Onun biri də Fuad Ələsgərovdur. Fuad Ələsgərovdur. Şəxsən Fuad Ələsgərov məhz İlham Əliyevə qarşı daha çox narazı adamın olduğunu göstərmək üçün dostlar məqsədyonu şəkili şıvarır. Mən özümü burada deyirəm, bunu bilsin. İstəyirəm, bunu İlham Əliyev eşitsin. Mən vəkil olmaq istəyirdim. Mən sonra dedim, mənim vəkilimi bərpa edeyim, mənim hüququmdur. Mən vəkiləm, mənim anam vəkil də olub. Mən insanları müdafiə etməliyəm. Fuad Ələsgərov əslən vətənlər, hörmətli millət və ey İlham Əliyev, şəxsən xəbər göndərdi ki, geçsin nə bacar eləsin. Mən bacardığımı eləyəcəm. Mən haqqım uğruna döyüşən kişiyəm. Heç kəsə imkan vermərəm ki, mənim ailəmin çörəyinə əl uzatsın. Kəsərəm ailələri dibindən. Mən balalarım uğrunda, malım, mülküm uğrunda, vətənim, dövlətim uğrunda şəhid olana qədər bu mübarizəmi aparacağam. Amma sən İlham Əliyev, gələcəkdə Çavuşevski kimi, arvadın da o, arvadı Aniyə kimi əskər tualetin divarını dirənib güllələnmək istəmirsənsə, indi sənə xəbərdarlıq edirəm. Əli Kərimli təhsili burax. Və Əli Kərimlə get soruş bəzi şeyləri. Çağır soruş. Bu Qurban hardan gəldi Milli Şuraya? Kim getdi onun evinə? Kim onu dəvət elədi? Kim gətirdi və Qurban niyə getdi oradan? Qurban kimin planını pozdu? Nə baş verdi? Qurbandan bu intiqam nəyin hesabına alırdı? Nə eləmişdi ki Qurban? Ramiz düşüşdü onun üstünə. Maraqlamış şeylərinə.
Araşdır, lazım gəlsə yenə deyirəm, mən əlavə məlumat verməyə hazıram, ifadə də verməyə hazır olan adamlar var. Bugün Azərbaycanda hakimiyyətin stabilləşməsinə mane olan, xalqla hakimiyyət arasında barışmaz münasibətlərin yaranmasında maraqlı olan, dərin uçurumların yaranmasında maraqlı olan adamlar var. O adamlar bugün də hakimiyyətdə sənin yanındadırlar. Təkrarımız Mehdi deyil ki. Mən bugün sadəcə olaraq elə Morze ilə danışdım. Ad çəkmədim, dəqiq informasiya vermədim. Amma nə dediyimi İlham Əliyev, sən hüquq mühafizə orqanların o 200 min dollar rüşvət alan gədə var, Əlin Ağayev. Onun əgər savadı varsa, onun idarəsində bilirsən də idarə var. İctimai araşdırma alimə yığışıb orada analiz edirlər, gör sənə hazır reseptlər verirlər. Bu dediklərimi qoyub araşdırsınlar. Görsünlər ki, mən nə demək istəyirəm. Onlar sənə düzgün məsləhət verə bilərlər. Yoxsa bu qaydada, ay Əli Kərimi burada tut, onu orada tut, onu burada böktan at, bunun axırı yoxdur. Bu yol gedir əskər tualetinin divarına, Allah'ım and olsun. Bu yol səni başlamırsan ha, bu yol gedir birbaşa əskər tualetinin divarına. Sən özü armada didib güllələyəcəklər. Elə bilmə bugün sənə, nə bilim, Trump sağ ol dedi, filan kes sağ ol dedi, yaxşı oğlansa təbii çaldılar. Vaxtı ilə həmin o Çavuşeski'də çıxmış tribunda deyir ki, Çavuşeski Rumıniya Çavuşeski. Onu güllələyəndə ağlayırlar. Məhz ananıza bax, dədənizə baxı. Yadıma gəlir o şeylər. Səddamı deşikdən çıxarıb başına oynasanda, asanda, o da elə bağırırdı. Qəddafin dalına ağaç soxanda, o da sən deyirdi ki, məsələn, atanızam, mən niyə? Məndən sana xəbərdarlıq. Sən mənim dövlətimi uçuruma aparırsan. Sənin ətrafında gədə-güdələr var, ha, cinayətkarlar, o yeyib doymayıblar, ha. Bir məlumat gəldi mənə, baxım, özü istəyirəm. Yox oğlum, bunların yerində deyil mən bunun. Bunların bu şəkillərin yerində deyil. Bunu indi vermək olmaz. Bunlar sübutlardır. Qoşqar göndəribdir sübutları ki, sağ olsun. O kim gəlib bizim evə, kim gedib, nə edib, hamısın. Sübutlar lazım gəlsə təqdim olacaqdır istintaq orqanlarına. Amma dostlar, söhbət edən gedir. Mən evimdə oturmuşam, heç də getmə fikrimdə adımda yoxdur. 2014-cü söhbət gedir. Mənim arxamızı gəldilər. Məni Milli Şuranın koordinasiya mərkəzinə dəvət etdilər. Mütləq ki, gəlməlisən, sənin əziyyətin var, bunu yaradılmasından, eyləməsində. Mən açığı həbsxanada olanda da Milli Şuranın kimlərlə, Rusiyadan kimlərlə əlaqəsi olub, neyini xəbərim yoxdur, dəqiq, çünki iştirak eləməmişəm. Mən içəridə olanda o Milli Şuranın artıq məqsədləri, funksiyaları səninlə dəyişdirilib. Tam başqa bir yönlü təşkilat qurulub orada. Mən onu elə düşünməmişdim. Mən o koordinasiya mərkəzində cəmi bir il oldum. Bir il oldum və müəyyən oyunlar getdiyini görüb, tamamlanı az qalmışdı birilər. Mən dedim ki, mən yoxam burada. Və mən həbsxanadan çıxanda o maşındakı deputata gələn telefon zəngisi var da, o planı pozmuş oldum. Bunlar gördülər ki, yox, bu qurban nəsə bunların ssenarisine uyğun adam deyil. Əzizən vətənlər. Bəlkə də mənim kusurumu deyə bilmərəm. Bəlkə də mənim nüqsanımı deyə bilmərəm. Mən belə böyümüşəm. Allah belə yaradıbdır. Beynimdə ya bir fikir özüm üçün dəqiq, doğru olduğunu qəbul edimsə, heç kəs onu məni döndürə bilməz. Heç kəs Allahdan başqa. Mən sənə sadəcə olaraq siyasət naminə hə deyərəm, başda deyərəm. Sənə də inandıraram ki, sən deyərəm, eləyəcəyəm. Yox. Mən əqidəmin içimdəki o səsin əliyinə gedə bilmərəm. O məndən asıl deyil. Mənim indi 67 yaşıma bunu açıq deyirəm ki, bundan sonra mənlə münasibət quranlar bu şeyi nəzərə alsınlar. Mən doğru bildiyimdən dürən insan deyiləm. Və o adamlar da görəndə ki, onların planına uyğun deyəsən hərəkət eləmirəm.
həm o Ramiz Mehdiyə çətəsi. Ola deyə yoldan getmirəm. Tamam başqa bir tip adamam. Onların planını pozuram. Ondan sonra mənim əleyhimə təqiblər başladı. Və mən 2018-ci ilin aprel ayının birində artıq yaşamağa mümkün olmadığını, həyatıma real təhlükə yarandığını görüb oranı tərk elədim. Və məni təqib edən adamların başında Ramiz Mehdiyevlə Fuad Ələsgərov gəlirdi. Və bugün də o adamlar İlham Əliyevin yanındadılar. Çox maraqlıdır. Əli Kərim də həbsdədir. Dövlət güya çevrişini edən adam azadlıqdadır. Bugün bizdə YouTube'da hal-hazırda bizi izləyən 4700-ə qədər canlı izləyicisi var ha. Mən istəyirəm mənim bu xalqım anlasın ki, bu davranış, bu hərəkət bir milləti təhqir edib ələ salmaqdır. Güya çevrişi eləyən Ramiz Mehdiyevdir. Həbsə saxlanılan Əli Kərimli. Belə şey olmur adamlar. İlham Əliyev, belə şey olmur. Sən Əli Kərimli həbs eləməklə əslində baxsan, Ramiz Mehdiyevin haqqında yalan danışdığını sübut eləmiş olursan. Sən öncə həbs eləməlisən Ramiz Mehdiyevi, qanun belədir. Əgər səni başa salmırlarsa, mən burada sənə izah eləyim bunu, qaydası necədir. Sən əvvəl həbs eləməlisən Ramiz Mehdiyevi. Ondan sonra onun ən yaxın silahdaşların, ailə üzvlərin, çünki çeviriş eləyən birinci öz yaxınları ilə bunu eləyir. O vəzifəyə təyin etdiyi adamlarla eləyir. Əli Kərimli qoyaq qırağa, Əli Kərimli mən desəm bəlkə düzgün başa düşülməz. Müxalifətdən onlar hər hansımıza Qurban Məmmədli ilə çeviriş eləmək istəyənlər yalnız o halda əlaqə saxlaya bilərlər, onu öz planlarına daxil edə bilərlər ki, orada ictimai rəyi hazırlamağa ehtiyac olsun. Mən də müxalifətdən söz verərəm ki, siz də mənə ya bu pul verərsiniz, ya filan vəzifəni vəd edərsiniz ki, mən də siz qalxsaz ayağa ictimai rəyi hazırlayaram. Yəni, bu məsələdə dövlət çevrişində, əgər doğrudan da hətta belə bir şey yoxdur, Əli Kərimli güya belə bir rol üstlənib, bu ən axırıncı adamdır. Ən axırıncı zivenodur. İctimai rəy hazırlanması dostlar. Ən sonuncu adamdır bu. Acaba bu çevrilişi təşkil edən, onun o fiziki qüvvəsinə rəhbərliyin adamı haradadır bəs? Hə? Əgər bir müxalifətdə olan adam hərdən bir dənə boğazın uzaq durub efirində olmayan internetindən danışmaqla, xarici çıxmağa pasportu olmuyor danışmaqla çeviriş edə bilərsə də bu nə oldu? Nə siyasətdir bu? Nə dövlətdir? Mən bir dənə çıxış edim çevriləsində dövlət. Bambılılar, dolamısız özünüzü. Belə çeviriş olur. Çeviriş silah ne part olur. O partın başçısı kimdir? Tutulsuz onu yox. Bəs bu əli yetmir tutmuş sonunda. Xalqara sarırsınız. Əslən vətənlər, Əli Kərimin qanunsuz həbs olunub. Mən sizə çox yox burada maksimum 3 arqument səsləndirdim. Ən ciddi arqument odur ki, mən əgər Ramiz Mehdiyevin adamıyamsa, Əli Kərimli buraxılmalıdır mütləq. Yox, Əli Kərimli doğrudan da Ramiz Mehdiyev adamıdırsa, İlham Əliyev, sən məndən üzr istəməlisən. Çünki sən 5 sentyabr 2020-ci ildə mənim evimi dağıdıb, malımı, mülkümü işğal eləyib, az yaşlı qız balalarımı çölə atıb, xəstə eləyəndə, sən məni Ramiz Mehdiyevin adamı kimi eləyirdin. Sən məndən üzr istəməlisən. Sən Azərbaycan xalqına üzr istəməlisən ki, başından işi qələtlər eləyib, xalqa alladırsan. Onunla şər atırsan. Səndən erməni nə fərqi var ki, erməni sən ki, şər atır deyil Azərbaycana. Bunun başqa bir yol yoxdur. Ramiz Mehdiyev adamı ya mənəm, ya Əli Kərimli. Aydındır mı? İndi sən prezidentsən, sən başın varsa, ağlın varsa, uşaq ətrafını, denə gəlin görüm bax bura. Siz dediniz, bu Qurban Məmmədli Ramiz adamıdır, ona 50 dənə villə veribdir. Bu onun evində sök dağıtmamışsınız. Və demirdiniz ki, o avarinidir, qəzalıdır. Niyə sökü qoymusunuz yerə? Bu sökün qoyun nə yerə? Ya Qurban yaxşı Ramiz adamıydısa, Əli Kərimli düşmüşdü onun üstünə. Deməli, Əli Kərimli Ramiz adamı deyil də, niyə yalan danışırsınız ki? Deyə sözümü? Paylaşın dostlar, paylaşın. Lütfen.
Və sonda sol başda artmayacağım bu şey təkrarlamağa mənası yoxdur. Mən burada elan edirəm. Əli Kərimlinin müdafiəsi üçün cəmiyyət mütləq toparlanmalıdır. Bütün ictimai təşkilatlar, siyasi parti bir araya gəlməlidir. Ziyalılar, şairlər, yazıçılar qalxmalı dayağa. Biz də buradan dəstək verəcəyik. Xalq qaldırmaq lazım ayağa. Çünki Şimali Koreya dönür Azərbaycan deyəsən. Bunu oxuyanda bir nəfər yazmışdı. Bir Avropada fəaliyyət göstərən güya bir jurnalist var. Arabı belə yazır. Bədbəxt oğul indi başa düşüyor güya. Tər boyda cinayət törənəndə, generallar cəzasız qalanda, jurnalist həmkarları, qızlar, qadınlar böhtana məruz qalır. Həbs olunanda demədi ki, bu Şimali Koreyadır. İndi deyil, bu Şimali Koreyadır. Bədi baxlar. Vaxtında qanmadığı görə bu görüşübsünüz siz. Vaxtında bu şeylər eləmək lazımdır. Bu qayda olmaz ki, mən tutulanda, mənim dostum tutulanda deməli, bu rejim belədir, Şimali Koreyadır. Amma Qurban evin dağıdan yaxşı olar. Mənim adımı siyasi məhbusda siyasət salmır, deyəl Kərim o vaxtı. Ki, bundan Razı Nurullayev tanış olmalıdır. Özlərinin əxlaqsız davranışlarının nəticəsində özləri düşüb bataqlığa yaşayırlar indi. Barı bundan sonra gəl eləməyək. Mən bu qədər açıq danışıram ki, bəzi şeyləri. Bundan sonra bu şeylər təkrarlanmasın. Eşitdiniz məni? Mən də üzərimə nə şunu eləyəcəyik. Və sonda dostlar, Xalq Parlamenti ilə bağlı çünki çox bəxtini görəm, yazırlar, soruşurlar ki, nə oldu, nə baş verdi. Dostlar, əvvəla mən xalqımızı təbrik edirəm, hər birinizi təbrik edirəm. Xalq Parlamentinin dünənki iclası hakimiyyət, rejim üzərində ən böyük qələbə idi. Mən gözəl bilirəm ki, dünən hakimiyyət yatmadı. Başda İlham Əliyev olmaqla və bilirəm ki, dünən İlham Əliyev çağırdığı xüsusi orqanlarını nə də lazım danladı. Ki, binamusda siz nə iş gözübə, nə olub, deyici dağılacaqdı. Əslində baxsanız, Xalq Parlamenti dostlar dünən öz iclasında nəyi nümayiş elətdirdi xalqa? Ki, o həqiqətən də bu millətin yeganə legitim orqanıdır. Xalq Parlamenti açıq şəkildə, demokratik qaydada, xalqın gözü qabağında bir parlamentdə belə bir problem yarananda o necə həll olunmalıdır? Reqlament, nizamnamə necə tətbiq olunmalıdır? Və yaxud da cəzalandıran rəhbəri özü necə aparmalıdır? Cəzanı necə qəbul etmək lazımdır? Millət vəkili özü necə aparmalıdır? Bunun nümunəsini göstərməklə rejimə qalib gəldi dostlar. Çoxları hakimiyyət təbii ki, öz trolların olmamış deyil, bizim aramıza 100% yerləşdiribdir. Bu dəqiqə, bax bizə baxır 4692 nəfər, 4700 oldu. Bunların da arasında en qədər troll var. Trolsu mümkün deyil, dövlət olmaz ki, əgər özünə hakimiyyəti qorumasa. Təbii ki, Xalq Parlamentinin sırasına da kimlərsə yerləşdiriblər, kimlərsə çalışdı, vuruşdu, neynədi. Bəzi adamlar isə dostlar, açıq mən sizə deyim, siyasi təcrübəsizlikdən baş verənləri anla bilmir. Bəzi adamlar əsəbi dözmür proseslərə görsən. Hamıdan belə cəsarət, qətiyyət gözləmək mümkün, düzgün deyil. Amma mən təşəkkür edirəm Teymur İbn Bəyliyə. Teymur bəy sona qədər çox ləyaqətli bir duruş sərgilədi və ən sonda da bir daha insanları nizam-insama dəvət eləməklə bir nümunə göstərdi ki, mübarizə var, siyasətdir bu. Və məhz ləyaqətli insan belə davranmalıdır. Və ən sonda hamısı müraciət edir ki, özü yıxdın, sakit olun, insan yaradın. Mən buradan Teymur bəydə salamlayıram, bağırma basıram, eşq olsun. Onun tərəfdarlarında da ləyaqətli adamlar var onun ətrafında. Amma çox təəssüf ki, istər onun ətrafında, istər bizim ətrafımızda ola bilsin ki, ola bilsin ki, 100% var. Hakimiyyətin trolları var ki, gecdən çalışırlar. Durub onun tərəfindən məni söyürlər, ya mənim tərəfindən ona söz atırlar. Bunlar amma təbii olan şeylərdir. Çox normal bir proses gedir. Mən bir daha bu qələbə münasibəti ilə xalqımı təbrik edirəm. İnanın mənə, hakimiyyət o qədər belə həvəslə, və tək hakimiyyət yox, müxalifət adlanan dırnaq arası müxalifət də oturub sevində gözlüydü ki, aycanaydı, axır ki, yox. Xalq Parlamenti yaşayır. O yaşayacaq bundan sonra da. Biz görüb gedəcəyik, amma yaşayacaq o. O gələcək hakimiyyətə.
Xalq parlamenti mütləq gələcək hakimiyyətə. 3-4 dənə gədə-güdənin yadınızda qalsın hərəkəti ilə bu parlament dağılmaz. Çünki onun xüsusi bax, xalq seçib. Adama 8 bin səs toplayıb, 9 bin səs toplayıb. Ay kişilər, adama 5 bin, 6 bin, biz nə deməkdir bu? Adamın arxasında 5 bin adam var, 5 bin adam. Bu günlər Milli Məclis adamın arxasında bir adam da yoxdur. Yox, bir nəfər var, İlham Əliyev. Yəni, əmr verir ki, bu deputatdır, bu deputatdır. Xalq parlamentində insanlar səs verib. Bizim millət vəkilləri dostlar başa düşürlər ki, o arxasında olan 5-6 min insanın nümayəndəsidir. O onlara xəyanət elə bilməz. Mən istifa verim gedim, ona görə çalışırdılar ki, kimlərsə qəbinə dəysinlər, söysünlər, oradan gətirib qoyublar ora. Orada mənə söydürürlər güya. Öyle bilirlər ki, mən söyməyim, mən güya parlamentdə gedərəm, nə bilim, istifa verəm. Allah mənə tanımdır ya. Təşəkkürlər edirəm hər birinizə dostlar. Xalq parlamentin bütün üzvlərini buradan təbrik edirəm. Hamısını bağrıma basıram, kişi adamsınız. Gedən təbrik gedəcək. Böyle bir karvanla yola düşübdür. Hər adam mənzil başına yer tuta bilmir. Kimin dayanacağı hardadır, orada yenəcək. Kim harada yenidən qatara minəcəkdir. Heç bir problem yoxdur. Abid bəy nə yazır burada? Qanunsuz yolla nə yazmışdı? 549 səs almış İranlının təklifini parlament gündəminə gətirənlər. Nəyəsə, oldu keçdi Abid bəy, oldu keçdi belə. Yeri gəlmişkən bir şey deyim ki, bəzi adamlar çox yanlış olaraq o İran vətəndaşına casus deyirlər. Dostlar, ona heç kəs casus deməyibdir, bu ayıbdır elə şey. Sadəcə olaraq bizim nizamnamənin 1-ci bəndinə görə yalnız Azərbaycan vətəndaşı olan və ya da valideynlərdən biri ən azı Azərbaycan vətəndaşı olmuş istənilən şəxs millət vəkili seçilə bilər. Bizim o maddənin pozulması ilə o İran vətəndaşı seçilmişdi deyə sübut edə bilmədi ki, nə özü, nə valideynlərdən biri Azərbaycan vətəndaşı olur. Ona görə də etibarsız sayıldı onun mandatı. Yəqin ki, indi növbəti iclasda bir neçə adamı da oradan biz qovmalı olacağıq. Bizim nizamnamə və reglamentimizi pozduğuna görə, özünün küsoşaq kimi apardığına görə mən yeri gəlmişkən hamınızdan dönən iclasda baş verən hadisə görə üzr istəyirəm. Bir nəfər də özünü saxlayıb, söyüş döydü, bir yədə küsə söyüşləri söydü. Olur belə şeylər, üzürləsə böyləyin, öz böhrünüzə bağışlayın. Adamlar bəzən başa düşmürlər ki, iclasda oturan, bizi dinləyən Azərbaycan qadınıdır, onun anasıdır, bacısıdır. Çox təəssüf. Oldu belə şeylər. Nəyini, həyatdır. Həyat davam eləyir və biz də onun axarında gedirik. Çalışmanı əl-ələ verək, bu rejimi daha çox həyasızlıq eləməkdən saxlaya bilək. Eləmi? Mən ümid edirəm ki, Azərfilm ailəsi bu yolda avangard olacaq, cəmiyyəti təşkilatlandıracaq və qələbiyə qədər inşallah aparacaq. Gedəniz xeyrə qalsın, Allah mand olun, var olun. Və sonunda bir daha xahiş edirəm sizdən 30 noyabrda bugün ekranda gördüyünüz hesablara mütləq yardımları eləyin ki, biz sabahdan başlayaq əməklərimizi verə bilək. Ki, günlərin bir gününü siz eşitməyəsiniz ki, mən də çıxım güveyfə deyəm ki, bağlanır, neyinir, Azərfilm bağlanmayacaq. Gediniz xeyrə qalsın, var olun, hələlik. Sabah saat 21:00-da yenə də bu məkanda Azərfilmdə görüşmək ümidi ilə. Sağ olun.